29 aprel 2026-cı il Mart Surət qrupu ilə müzakirələrə başladıq. Müzakirə mövzumuz Osmanlı yeni dövrdə, Hindistan, Çin, Yaponiya, Şimali Qafqaz yeni dövrdə. Salam müəllimlər, axşamınız xeyir olsun. Salam. Axşamınız xeyir. Hər vaxtınız xeyir müəllimlər. Zəhmət olmasa səsləri bağlayın və başlayaq müzakirələrimizi. Kəmalə müəllimə, sizdən başlayacağım. Buyurun müəllim. Müəllimə, qeyd edin zəhmət olmasa, Anadoluda üsyanlar yatırıldı. Bəli, ikinci Köprülü Mehmet Paşanın həyata keçirdiyi islahatların nəticəsi idi. Köprülü Mehmet Paşanın islahatlarının nəticəsi. Aha, tamamilə doğrudur, Köprülü Mehmet Paşa. Bəli. Bəs qeyd edin, 1699-cu il Karlovitsa müqaviləsinə görə Venesiyaya verilən ərazilər hansı ərazilər hesab olunur? Dalmasiya və Moreya yarımadası. Tamamilə doğrudur. Bəs qeyd edin, müqəddəs birliyə ən son qoşulan dövlət hansı dövlət hesab olunur? 1686-cı ildə Rusiya qoşulub. Xəzinəyə qənaət etmək məqsədi ilə bəzi yeniçəri birlikləri ləğv etdi. Dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmağa nail oldu. İbrahim Paşa. Yəni İbrahim Paşanın dövründə, bəli, Lalə dövründə İbrahim Paşanın həyata keçirdiyi islahatları idi. O vaxtlar hakimiyyətdə kim idi? 3-cü Əhməd 1703-1730-cu illərdə. Qara və Mərmərə dənizlərinin xəritəsi çəkildi. Lalə dövründə, demək Osmanlıların dövründə baş vermiş yeniliklərlə əlaqədardır bu. Bəs qeyd edin zəhmət olmasa, Bosfor və Dardanel boğazları üzərində nəzarəti ələ keçirmək, Azov və Qaradəniz sahillərini tam işğal edərək bu dənizlərə çıxış əldə etmək. Bəli, bu şərq məsələsi ilə əlaqədardır. Yeni Qumbaraçı məktəbi açıldı. Bəli, yeni Qumbaraçı məktəbi, bu da deməli 3-cü Səlim. 3-cü Səlim hesab olunacaq. Hərbi islahat. Bəs qeyd edin, nə zaman Valaxiyaya muxtariyyət verilib? Aha, deməli müəllim, Valaxiyaya muxtariyyət verildi. Bu deməli qeyd edirəm, bu Ədirnə müqaviləsidir. Valaxiya idi, Serbiya, bir də ki Moldova. Tamamilə doğrudur. Əhalinin xarici görünüşündə və geyimində xeyli dəyişikliklər baş verdi. Bu 2-ci Mahmudun mədəni islahatındadır. Berlin Konqresinin qərarlarında Bolqarıstan məsələsi ilə bağlı nə qeyd olunub? Bolqarıstan Osmanlıdan asılı bir knyazlığa çevrilmişdi. Bundan əlavə olaraq, deməli, Şərqi Anadoluda bəzi ərazilər idi. Şərqi Rumeli, o cümlədən Makedoniya Osmanlıya geri qaytarılmışdı. Sonra Serbiya, Rumıniya, Çernogoriyanı Montenegro, Qaradağ da adlandırırlar, müstəqil olmuşdu. Bir də ki, burada dövlətlərə verilən ərazilər var idi ki, məsəl üçün İngiltərə Kipr adasını idarəyə götürmüşdü. Qars, Ərdahan, Batum Rusiyaya verilmişdi. Sonra Bosniya-Hersegovinanın müvəqqəti idarəsi də verilmişdi Avstriya Macaristana. Tamamilə doğrudur. Xüsusi hərbi tədris ocaqları və ilk universitetlər açıldı. Bəli, müəllim, bu tənzimat islahatlarının həyata keçirdiyi tədbirlərlə əlaqədar idi. Həmin o islahatlara əsasən keçirilən tədbirlər. Osmanlı İmperiyasının süqutunu sürətləndirən faktor. Bəli, Osmanlı bu müəllim müharibələrlə əlaqədar idi. Birinci Balkan müharibəsi, Balkan müharibələri idi. Deməli, bəli, deməli belə məsələlər qeyd olunub ki, ümumiyyətlə amma imperiyanın dağılmasının, müəllim, imperiyanın dağılmasının başlıca səbəbi isə Birinci Dünya müharibəsi zamanı gənc türklər Almaniyanın tərəfini tutur. Bu isə artıq imperiyanın dağılmasına səbəb olmuşdu. Tamamilə doğrudur və eyni zamanda deyirik ki, gənc türklərin ümumiyyətlə xarici siyasəti Bəli, gənc türklərin xarici siyasəti Osmanlının süqutunu sürətləndirmişdi. Bəs qeyd edin müəllimə, 19-cu əsrin birinci yarısında Ost-Hind şirkətinin hansı siyasəti yerli əhalinin iqtisadi vəziyyətini ağırlaşdırdı? Aha, bu da korrupsiya əməlləri idi. Bir də ki, yeni vergilər tətbiq edildi. Tamamilə doğrudur. Bəs qeyd edin, sənayedə əvvəlcə hansı müəssisələr yaradılmışdı Hindistanda? Toxuculuq idi, emal edici müəssisə idi. Sonradan da ilk metallurgiya zavodu yaradılmışdı. Tamamilə doğrudur. Bəs qeyd edin, 19-cu əsrin əvvəllərində Çində hansı məsələlər üsyanlara səbəb olurdu? Rüşvətxorluq və korrupsiya ilə əlaqədar olaraq üsyanlar başlamışdı. Bəs qeyd edin, Taypinlər hərəkatı yaratdıqları öz dövlətlərini nə adlandırırdılar? Kəndlərin imperiyası adlandırırdılar.
Və Taipinlərin həyat keçirdiyi islahatların nəticəsində hansı proses baş verib? Qadınlar kişilərlə bərabər eyni hüquq əldə etdi. Bir də ki, vergilər azaldıldı. Sun Yat-senin əsas prinsipləri nələr hesab olunur? 3 prinsip idi: demokratizm idi, millətçilik idi, bir də xalqın rifahı. Tamamilə doğrudur. Bəs qeyd eləyin, Mutsuhito'nun dövründə Yaponiyada həyat keçirilən burjua islahatları var. Onlardan birisi də hərbi islahat hesab olunur. Bu hərbi Bəli. islahatda nə məsələlər qeyd olunur? Hərbi islahata əsasən samuray dəstələri ləğv olunmuşdu. Ümumi mükəlləfiyyət əsasında yeni silahla təmin olunmuş müasir ordu yaradılmışdı. Tamamilə doğrudur. Bəs qeyd eləyin, Syogun nə idi? Deməli, Syogun hərbi qulluqçuya verilən ən yüksək adıdır, fəxri ad. Yaponiya ilə Amerika Birləşmiş Ştatları arasında sülh və dostluq haqqında müqavilə imzalandı. Bu müqavilənin 1854-cü şərtləri ildə hansı məsələdir? imzalanmışdı. Şərtləri ondan ibarət idi ki, Shimoda'da ABŞ konsulluğu yaradılmışdı. Bir də ki, ABŞ gəmilərinə Yaponiyanın Shimoda, Hokkaido adlanan, yəni limanlarda daxil olmaq hüququ verilmişdi və həmin müqavilə ilə Yaponiya özünü tədris siyasətindən azad olundu. Şimali Qafqaz xalqlarından bağlı 2 məqam var. Biri qeyd olunur ki, dağlıq xalqları daha da ruhlandırdı ifadəsi var. Biri də var. Bu millət Azadlıq hərəkatının yüksəlişinə səbəb oldu. Demək, dağlıq xalqlarını daha da ruhlandırır. Bu 1787-ci ildə Rus-Osmanlı müharibəsinin başlanması ilə əlaqədar olmuşdu. Azadlıq hərəkatının yüksəlişi də 1785-ci ildə Şeyx Mənsurun rəhbərliyi ilə başlayan Alda döyüşü idi ki, qələbə qazanır. Nəticədə bu da azadlıq hərəkatının yüksəlməsinə səbəb olur. Tamamilə doğrudur. Bəs qeyd eləyən, dağlıq xalqların Rusiyanın müstəmləkəçilik siyasətinə qarşı üsyana başlaması neçənci ilə aiddir? Dağlıq xalqların bu müəllim Qafqaz müharibəsi idi də 1817-1864-cü illəri əhatə edirdi, amma 1834-59-cu illərdə isə Şeyx Şamil rəhbərlik etmişdi. Kəmalə müəllimə, doğrudur. Yəni qeyd etdiyiniz doğrudur. Amma məsələn bu 1817-ci il məsələsi əslində ikinci dalğasıdır. Yəni birinci dalğası bəs Şeyx Mənsurla başlamışdı. O da bəli 85-ci ildir. Bəli. Mən ikincini soruşursunuz. Yox, 1785 idi. Kuban döyüşü ilə də demək məğlub olur. Tamamilə doğrudur. Belə bir xırdaçı sual verəcəm sizə. Qeyd edin zəhmət olmasa. Şeyx Şamil Rus ordusunun baş komandanın qarşısında bir şəkil var burada. Burada nəzərdə tutan şəkildə həmin Rus qoşunlarının baş komandanı kim idi? Demək deyirəm müəllim, 1859-cu il 25 avqust tarixinə aid idi. Baryatinski idi. Rəssamı Xorşid olmalıydı. Biz orada qeyd olmalıydı deyəsən 1863-cü il. Bəli, yəni rəsm əsəri 1863-cü ildə. 63-cü ilə aiddir, amma hadisə isə 59-cu il 25 avqust tarixinə aiddir. Saxalin adasının cənubunu ələ keçirdi Yaponlar. Bəli. Bu müəllim Rus-Yapon müharibəsi 1904-1905-ci illər Saxalin adasının cənubunu ələ keçirdi. Bir də Cənubi Manzuriya ilə Koreya ərazisi. Tamamilə doğrudur. Samuraylar kimlər idi? Samuraylar müəllim bu demək feodallar idi. Hərbi zadəgan feodal Yaponiyada. Tamamilə doğrudur. Bəs qeyd eləyin, Fransa ilə neçənci illərdə müharibə aparıb Çin? 1884-1885-ci illər idi. 1894-95-də isə Yaponiya ilə. Ayğun müqaviləsinin şərtləri nədən ibarət? 1858-ci ildə Rusiya ilə imzalanmışdı. Amurun sol sahili verildi Rusiyaya. Tamamilə doğrudur. Bəs qeyd eləyim müəllimə, eksterritoriallıq nə deməkdir? Toxunulmazlıq hüququdur. Toxunulmazlıq hüququ deməli Nankin sülh müqaviləsinə əsasən demək ingilislərə faktoriyalarda xarici missiya üçün eksterritoriallıq, yəni toxunulmazlıq hüququ verilmişdi. Tamamilə doğrudur. Bəs qeyd eləyin, 1813-1833-cü illər xartiyasında nə qeyd olunur? Çin və Hindistanda Ostin şirkətinin inhisarçılıq hüququ ləğv olunur. Və beləliklə nə olur artıq? Beləliklə, yəni İngilis sahibkarlarının Hindistana yolu açılır. Birinci Balkan müharibəsi zamanı Osmanlı imperiyasına qarşı hansı dövlətlər ittifaq yaratdılar? Serbiya, Yunanistan, Bolqarıstan, bir də Çernogoriya idi, Qaradağda adlandırılırdı.
Deməli, bunlar Osmanlıya qarşı Balkan İttifaqı yaratdılar 1912-ci ildə. Müharibənin nəticəsi Osmanlı məğlub olur, Ədirnə daxil olmaqla Avropada torpaqların müəyyən bir hissəsini itirir və onun ərazisi Şərqi Frakiya ilə məhdudlaşır. 1913-cü ilin may ayında imzalanan London sülh müqaviləsinə əsasən. Bəs qeyd edin, hərbi mühəndislik məktəbinin fəaliyyəti gücləndirildi. Bəli, müəllim, bu da Səlimin islahatları ilə əlaqədar idi. Sözü Səlim. Tamamilə doğrudur. Təşəkkür edirəm Kəmal müəllimə. Sağ olun müəllim. Sağ olun. Davam edirik. Aysel müəllimə, sizlə davam edəcəm. Aysel Əzizli. Aysel müəllimə, buradasınız? Salam müəllim, axşamınız xeyir. Üzr istəyirəm, təşəkkür Axşamınız xeyir edirəm. müəllimə. Narahat olmayın. Müəllimə, qeyd edin zəhmət olmasa. Hə? İngiltərə, Fransa və Avstriyada nümayəndə heyəti göndərən Osmanlı Sultanı hesab olunur. Nümayəndə heyəti göndərmişdi 3-cü Əhməd. 3-cü Bəs Səlim də sətirliklər orada, artdıran kim idi? 3-cü Səlim. 3-cü Səlim. 3-cü Səlimin islahatlarının tam həyata keçirilməməsinə mane olan amillər hansı amillərdir? Bu idi ki, 3-cü Səlim qətiyyətsiz idi. Bir də ki, Yeniçərilər və mühafizəkarların bu yeniliklərə müqavimət göstərməsi olmuşdu. Tamamilə doğrudur. Şərq məsələsinin tərkib hissəsində, yəni Şərq məsələsindən daha böyük bir proje idi. Yunan layihəsi var idi. Bu Yunan layihəsini kimlər tərtib edən, kimlər hazırlamışdı? Yunan layihəsini hazırlamışdı Avropa dövlətləri, xüsusilə Çar Rusiyasının təşkilatçılığı ilə hazırlanmışdı bu məsələ. Burada da o idi ki, elə bil ki, Osmanlı torpaqlarının ərazisi hesabına Rusiya daha da ərazisini genişləndirəcəkdi. Onun da tərkibində Tamam. İngiltərə, Fransa var idi. Əsasən Yunan layihəsini ümumiyyətlə hazırlayan Rusiyada 2-ci Yekaterina və onun saray əyanı Potyomkin olubdu. Yunan layihəsini. Amma daha sonradan Rusiya bu dövlətlərlə birlikdə istəyirdi ki, bunu reallaşdırsın. Şərq məsələsini reallaşdırsın. Amma əslində Avropa dövlətləri arasında olan çaxnaşma, onlar arasında konfliktlər buna icazə vermirdi. Buna imkan verməmişdi. Bəs qeyd eləyin, çiçək xəstəliyinə qarşı peyvənd edilməsinə başlanıldı. Çiçək xəstəliyinə qarşı bu lalə dövründə idi də müəllim. İbrahim Paşanın islahatları ilə. Siz qeyd eləyin, Nadir xanla yoxsa Nadir şahla sülh müqaviləsini imzalayıb 1-ci Mahmud? 1-ci Mahmud Nadir, bu müəllim yəqin ki, Nadir xan olar. Yox, Nadir şahdır. Yəni bəziləri götürürlər bunu Nadir xan deyil, şahla imzalayırdı. Yəni əvvəllər yazılırdı, hətta bu Azərbaycan tarixində, daha sonra da mətndən çıxarıldı. Bəs qeyd eləyin müəllimə, Dnestr çayı Rusiya ilə Osmanlı arasında sərhəd oldu. Dnestr çayı Yassı sülhü ilə 1791 Dneprdə Kiçik Qaynar çayına idi. Tamamilə doğrudur. Bəs qeyd eləyin, Bessarabiya hansı ərazini əhatə edir? Bessarabiya hansı ərazidə? Bu Moldova ətrafı əraziləri idi də. Bəli, Moldova və Ukraynanın bir hissəsini əhatə edən bir ərazi hesab olunur. Buxarest sülh müqaviləsi 1812-ci il. Bunun şərtləri nədən ibarət? Bessarabiya Rusiyaya verildi. Moldova və Valaxiya Osmanlının tərkibində qalmışdı. Bir də ki, Rus gəmiləri Dunay çayında sərbəst üzə bilərdi. Həmçinin Buxarest sülhünün Azərbaycana aid maddəsi də var idi ki, bu idi ki, Rusiyanın Osmanlı dövləti Azərbaycandakı işğallarını tanıyırdı. Bəli, yəni o vaxta qədər olan ki, bir hissəsini Cənubi Qafqaz işğallarının bir hissəsini tanımışdı. Tamamilə doğru. Bəs qeyd eləyin, yeni nizami ordu, yeni piyada korpusunun yaradılması haqqında fərman verən Osmanlı sultanı kim idi? Sultan II. Mahmud idi 1826-cı il islahatı ilə. Sultan II. Mahmudun idarə etmə islahatında hansı məsələ qeyd olunub? Burada əsasən Avropa nümunəsi nazirliklər yaradıldı. Ümumiyyətlə, idarə etmə Avropaya əsas götürülür də. Avropa nümunəsi. Tamamilə doğru. Bəs qeyd eləyin müəllimə, Gənc Türklər üsyanı harda başladı? Gənc Türklər üsyanı əsasən 1889-cu ildə əsası qoyulmuşdu. Lakin 1908-ci ildə üsyan qalxdı Makedoniyada. Bəli, yəni 1889-cu ildə onlar İttihad və Tərəqqi Cəmiyyətini yaradıb, özlərində Gənc Türklər adlandırdılar. Və 1908-ci ildə Makedoniyada Gənc Türklərin üsyanı qaldırdılar. Bəs qeyd edin, yeni Osmanlıların məqsədləri nədən ibarət oldu? Yeni Osmanlılar məqsəd ondan ibarət idi ki, konstitusiya qəbul eləmək, bir də ki, tənzimati xeyriyyə hərəkatının tərəfdarı idilər, bir də ki, ədalətli idarə etmək istəyirdilər. Parlament yaratmaq və konstitusiya qəbul etmək istəyirdilər. Yəni əsas məqsədləri bu. Bəs qeyd eləyin müəllimə. Hindistanda İngilis müstəmləkəçiliyin mərkəzi hansı şəhər idi?
Hindistanda İngilis müstəmləkəçiliyinin mərkəzi Kəlküt idi müəllim. Kəlküt də şəhəri hesab olunacaq. Bəli. Bəs yaxşı, qeyd eləyin. Nə zaman rəsmi olaraq Moğol dövlətinə rəsmən son qoyuldu ifadəsi qeyd olunur? Sipahilər üsyanı nəticəsində müəllim. 1859-cu ildə 58. 58. Aferin. 1858-ci ildə ingilislər 2-ci Bahadır Şahı həbs edərək sürgün etməsi ilə Böyük Moğol dövlətinə rəsmən son qoyuldu qeyd olunur. Bəli. Burada Hindistan idarəsinin yaxşılaşdırması haqqında qəbul edilən akt var idi. Bu aktda hansı məsələlər nəzərdə tutulurdu? Aha, burada Ost-Hind şirkətinin siyasi hüquqları ləğv edilmişdi. Burada Hindistan İşlərinə əlaqədar nazir vəzifəsi yaradılmışdı. Sonra ali hakimiyyət general qubernatordan vitse-krala keçmişdi. Bir də ki, idarəçi də İngilis taxtına keçmişdi. Britaniya Hindistan adlı müstəmləkə mülkü yaratmışdı. Burada metropoliya olaraq qeyd olunub. Metropoliya nə deməkdir? Bu ki, öz müstəmləkələrini elə bil ki, öz iqtisadi cəhətdən özündən asılı vəziyyətə salmaq idi də, istismar edən dövlət. İstismar edən dövlət hesab olunur. Bəs qeyd edin, 20-ci əsrin əvvəllərində Hindistanda ümumi xalq narazılığına səbəb olan amillər hansı amillər hesab olunmalıdır? İngilislərin zülmü, müəllim. Müstəmləkə zülmü. Bəli, müstəmləkə zülmü. Yəni İngilis məmurlarının öz başına alıblar hesab olunur. Bəs bu dövrdə ən kütləvi mübarizə forması nə hesab olunur? Malları boykot eləmək. İngilis mallarını boykot eləmək tamamilə doğru. Bəs qeyd edeyim müəllimə. Cənub paytaxtı olaraq qeyd olunurdu. Nə? Cənub paytaxtı olaraq qeyd olunurdu. Bu Çində idi deyəsən, hə? Bəli. Çində hansısa şəhər idi, o cənub paytaxtı elan olunmuşdu. Mən fikir verməmişəm. Bu Nankin şəhəri hesab olunacaq müəllimə. Nankin. Taypinlər üsyanı zamanı üsyançılar Nankin, cənub paytaxtı şəhərini tutdular və öz dövlətlərini, kəndlərinin imperiyasını yaratdılar. Bəs qeyd edeyim müəllimə. Nankin müqaviləsinin şərtləri nədən ibarət olub? Nankin müqaviləsi 1842-ci ildə imzalanmışdı. Bu idi ki, Çin İngiltərəyə böyük məbləğdə təzminat ödəməli idi. Çin ingilislərə ticari güzəştlər, faktoriyalarda xarici müştəri eksterritoriallıq hüququ verilir, yəni toxunulmazlıq hüququ. Bir də ki, Çinin 5 limanı ticarət üçün açıq idi. Siyanqan şəhəri, Honkonq şəhəri İngiltərəyə verilmişdi. Bir də ki, bu idi ki, xarici dövlətlər Çində məskən sala bilirdi. Tamamilə doğrudur. Bəs qeyd edeyim müəllimə, Birləşmiş İttifaq nə zaman yaradıldı? Birləşmiş İttifaq Çində idi, yoxsa? Bəli, Çində idi. Çində idi, bu 20-ci əsrin əvvəlləri idi. Səhv eləmirəmsə 1904 ya da 5-ci il idi. 1905-ci ildə Sun Yat-sen onların yaradıcılarından birisi hesab olunmalıdır. Bəs qeyd edeyim müəllimə. Mutsuhito 1868-ci ildə İmperator Mutsuhito yeni hökumətin proqramını bəyan etdi. Bu proqram sənəddə nə qeyd olunurdu? Hansı məsələlər qeyd olunurdu? Bu idi ki, bütün dövlət işləri ictimai dəyər nəzərə alınmaqla həyata keçirilirdi. Hakimiyyətə təmsil olmasından asılı olmayaraq bütün vətəndaşlar millətin dirçəlməsinə çalışacaqdı. Elm dünya səviyyəsində inkişaf etdirilməlidir. Bir də ki, ədalət qorunacaqdı. Tamamilə doğrudur. Prefekturalar nə deməkdir? Prefektura fikir verməmişəm. Prefektura Yaponiyada inzibati ərazi bölgüsü. Necə ki, məsələn, Rusiyada biz deyirik, quberniya, qəza. Bunlarda da məsələn hesab olunur. Hansı ki, Mutsuhito'nun dövründə Yaponiyada həyat keçirilən burjuva islahatlarında inzibati islahatlar da qeyd olunan məsələdir. Məsələn, inzibati islahatlarını qeyd edin, burada nələrdən söhbət gedir? İnzibati islahatlarda buydu ki, burada yarımfeodal knyaz mülkləri ləğv olunmuşdu. Bir də ki, knyazlar qubernator statusu əldə eləmişdilər. Knyazlar qubernator statusu əldə etdilər. Mülklərini itirən knyaz və samuraylar xəzinədən təqaüd almağa başladılar. Bəs qeyd edeyim müəllimə. 1889-cu il Yaponiyanın ilk konstitusiyası qəbul olundu. Bu konstitusiyada hansı məsələlər qeyd olundu? 1889-cu ildə Yaponiyanın ilk konstitusiyası, bir də mənim olar yadıma salım. Biraz qarışıq idi ora. Baxın belə mən. Burada imperator hakimiyyəti deyəsən toxunulmaz idi da, oydu. Deməli, müqəddəs və toxunulmaz statusu alan imperator qanunverici və icra edici hakimiyyətə malik oldu. Vətəndaşlara da bəli, mülkiyyət, vicdan, söz, mətbuat və toplaşmaq azadlıqları verildi. Belə qeyd olunmalı. Bəs qeyd edeyim müəllimə. Yaponiya müstəmləkə işğallarına başladı. İlk hədəf kimi hansı ərazilər seçildi?
İlk hədəf kimi bu Kyushu adaları idi, sonra da Tayvan seçilmişdi. Daha sonra isə Koreya hədəfi alınmışdı. Hətta 1894-95-ci illərdə Çindən Koreya uğrunda müharibə də aparmışdı. Tamamilə doğrudur. Bəs qeyd eləyin, Şeyx Mənsur Kuban çay sahilinə döyüşdə məğlub olduqdan sonra o əsir düşdü və orada dustaqlıq həyat yaşamağa başladı. Üzrlü saymalı bir şeydi. Bir dəfə də sual təkrar edə bilərsiniz. Şeyx Mənsur Bəli. bir dəqiqə Şeyx Mənsur deməli Kuban çay sahilində döyüşdə məğlub olur axı. Aha, bəli, Məğlub oldu. 1790-cı ildə. Əsir düşdü. Aha. Və əsir düşəndən sonra hansı şəhərdə dustaqlıq həyat yaşayır? Peterburqda. Peterburqda. Bəs qeyd edeyim müəllimə. Hansı ki 1864-cü ildə Rusiya Şimal-Qərbi Qafqazın işğalını başa çatdırdı. Və demək olar ki, bütün Qafqaz Rusiyanın tərkibinə daxil edilməsi prosesi başa çatdı. Bəli. Və burada ruslar başladılar milli və dini zülm aparmağa. Bunların milli və dini zülm aparılması nəticəsində bu həmin burada olan insanlar, əhali haraya köç etməyə başladılar? Osmanlı dövlətinə köç eləmişdi. Bundan sonra da bu Rus kəndlilər və Kazaklar köçürülmüşdü. Təşəkkür edirəm Aysel müəllimə. Aha, çox sağ olun müəllim. Sağ olun müəllimə. Davam edirik. Deməli, Nuranə müəlliməsindən davam edəcəm. Bəli, axşamınız xeyir müəllim. Axşamınız xeyir müəllimə. Müəllimə, qeyd eləyin zəhmət olmasa. 1859-cu ildə neçə minlik Rus ordusu tərəfindən mühasirəyə alınan Şamil sonunda təslim olmaq məcburiyyətinə qaldı? 70 minlik. 70 Məndə qeyd olunmuşdu, bəli. Bəli, tamamilə doğrudur. Bəs qeyd eləyin müəllimə, hansı məsələdir ki, deyir ki, 1800 ümumiyyətlə Qafqaz müharibələrindən söhbət gedir. Deyir, Şimali Qafqaz xalqlarının dağlıların azadlıq mübarizəsinin yenidən baş verməsinə səbəb oldu. Hansı amillər? Çar Rusiyasının müstəmləkə zülmü və işğal edilmiş əhaliyə qarşı zorla xristianlaşdırma, müstəmləkə zülmü onlarda yenidən müharibəyə səbəb oldu. Ən güclü dövrü Şeyx Şamil 1834-59-cu illər. Bu ümumiyyətlə doğru bir məlumatdır, amma bu yenidən baş verməsinin səbəbləri onlar deyil. Yenidən baş vermə səbəbləri işğal edilmiş ərazilərdə qalaların inşa olunması var idi, bəli. Qalaların inşa olunması. Dağlı əhalinin yaşayış məskənlərinin dağıdılması və əhalinin düzənlik ərazilər köçürülməsi. Bəli, bəli. Prosesdə tab olunmaqdadır. Amma ümumilikdə bəli, qeyd etdiyiniz məlumatlar dağlı xalqların azadlıq mübarizəsinin səbəb olan amillər hesab olunur. 1894-1895-ci illər Çin-Yaponiya müharibəsi ki baş vermişdi. Bu Çin-Yaponiya müharibəsi nə uğrunda bir mübarizədir və nəticəsi nə olur? Koreya uğrundaydı. Nəticədə Çin məğlub olur. Məğlub olduğu üçün təzminat ödəyir. Tayvan, Liaodan ərazilərinin Yaponiyanın nəzarətinə keçməsinə razılıq verir. Həmçinin Koreyanın. Eyni zamanda Çin ərazisində sənaye müəssisələri tikmək hüququ əldə edir Yaponiya. Bəli, bəli. Bəs qeyd eləyin, Mitsuhito'nun dövründə hansı ki biz Alban arşakillərindən də Asvagenlə bağlı ortaq cəhətlər kimi götürə bildiyimiz məlumatlar var burada. Təhsil islahatı keçirib. Bu təhsil islahatında hansı məsələlər qeyd olunub? Deməli, təhsil islahatında qadınlar üçün ilk pedaqoji məktəblər açıldı qadınlar üçün. 6 yaşından etibarən insanların 4 illik məcburi təhsilə cəlb olunması, ilk orta və ali təhsil ocaqları yaradıldı və bu Avropa nümunəsində olmalı idi. Ümumiyyətlə, qarşıya məqsəd qoyulmuşdu ki, ali orta təhsil inkişaf etdirilsin, Yaponiyanın dünyanın ən inkişaf etmiş dövlətinə çevrilsin və bunun da kökündə təhsilin inkişafı başlıca olaraq götürülmüşdü. Tamamilə doğrudur. Yaponiyanı hansı nəsil idarə edirdi? Tokugawa sülaləsi idarə edirdi. 1603-dən 1867-yə qədər hərbi, necə deyək də, Syogun rejimi amma aparıcı idi. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Çin yarım müstəmləkə dövlət olaraq qalırdı. Bu dövrdə Çində hərbi məğlubiyyətlər və imperiyanın zəifləməsindən narahat olan hakim dairələr hansı məsələləri vacib hesab etdilər? Deməli, onlar hesab edirdi ki, həm ordu, həm donanmanı yenidən inkişaf etdirsinlər, silahlandırsınlar və sənayeni inkişaf etdirməyi ən vacib məsələ hesab edirdilər. Tamamilə doğrudur. Bəs qeyd edeyim müəllimə, Pekin müqaviləsinin şərtləri nədən ibarət olub?
Deməli, Pekin müqaviləsi 2-ci Tiryək müharibəsi nəticəsində olmuşdu. 1860-cı ildə ilk olaraq İngiltərə, Fransa ilə Çin arasında imzalanmışdı. Müqavilənin şərtinə görə Tiryəkin açıq satışına icazə verildi. Çin məğlub dövlət kimi Fransa və İngiltərəyə təzminat ödəməlidir və İngilis gəmiləri Yansızı çayından sərbəst keçmə hüququ əldə etdi. Tamamilə doğrudur. Bəs qeyd eləyin, bu hansı hadisədən sonra İngilislər və fransızlar Manzur Tisin hökuməti qarşısında tələblər irəli sürmüşdülər? Hansı ki, Pekin müqaviləsindən əvvəl baş verib və sonra Pekin müqaviləsi baş vermişdi. Yəni, bunlar hansı hadisədən qürrələnərək, belə deyim, cəsarətlənərək İngilis və fransızlar? Deməli, Buyurun. 1853-56-cı ildə Krım müharibəsi olmuşdu və İngilislər, fransızlar, bir də Sardiniya krallığı, hansı ki, onlarla müttəfiq olaraq Rusiyanı məğlub etdilər və qalib çıxdıqları üçün onlar başladılar Manjur Tisinin qarşısında tələblər etməyə ki, onlara yeni güzəştlər, yeni hüquqlar versin. Və hətta yəni əvvəlki müqavilələrin hansı ki, 42 və Bəli, 44-cü yenidən baxılması. Bəli, Pekinə Çin yenidən çaylarında baxılması. Çin çaylarında İngilis gəmilərinin üzməsinə icazə verilsin. Bu Bəli. tələblər təbii ki, rədd edildiyinə görə 2-ci Tiryək müharibəsi başladı. Bəs qeyd edeyim müəllimə, hansı ki Çin imperatoru 1800-cü ildə ölkədə Tiryək ticarətini qadağan etdi. Bundan sonra Bəli. hansı proses baş verdi? Ondan sonra Tiryəkin gizli yolla, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi həyata keçirildi. Bu da bəzi işbazlar var idi ki, məmurlar, onlar da bundan qazanc götürürdü, onlara sərf edirdi. Lakin bəzi vətənini, xalqını sevən əyanlar var idi ki, bundan narazı idi. Ona görə də yəni bunu qadağan olunmasının tərəfdarı idi. Nəticədə bu da sonralar Tiryək müharibələrinə gətirib çıxaracaq. Tamamilə doğrudur. İngilis sahibkarları Hindistanda əsasən hansı sahələrə kapital qoymasına diqqət göstərirdilər? Deməli, Hindistanda kapitalizmin inkişafı, daha doğrusu yaranması 19-cu əsrin ikinci yarısıdır. Bu ilk öncə dəmir yolun çəkilməsində, suvarma kanallarında, pambıq və şəkər plantasiyalarının salınmasında oldu. Tamamilə doğrudur. Bəs qeyd edeyim, Böyük Britaniya Hindistan işğalını tamamilə hansı əsrin nə vaxtında başa çatdırıb? 1856 Alt Knyazlığının işğalı ilə də, belə deyək, 19-cu əsrin ortalarında başa çatdırdı. Ortaları və yaxud ikinci yarısı da qeyd Bəli, etmək olar. bəli. Bəs qeyd edin, Osmanlı dövlətinin Avropadakı hakimiyyəti başa çatdı. Bu 1-ci Balkan müharibəsinin nəticəsi idi. Avropada torpaqlarının demək olar ki, böyük bir hissəsini itirdi 1913 Londonda. Bəli, yəni ümumiyyətlə sonradan düzdür, 2-ci Balkan müharibəsində cüzi bir ərazi qaytarırdı, amma ümumilikdə biz qeyd edirik ki, Balkan müharibələri nəticəsində Osmanlı dövlətinin Avropada hakimiyyəti başa çatmış hesab olunur. Bəs qeyd edin, Əhməd Midihət Paşa kim idi? Bir daha deyin, zəhmət olmasa. Əhməd Midihət Paşa. Hə, Midhət Paşa, konstitusiyanı hazırlayan. Bu baş vəzir deyək də, sədrəzəm idi. Onun təşəbbüsü ilə 1876-da konstitusiya hazırlanmışdı. Ona görə bu konstitusiyada onun adı ilə Midhət Paşa konstitusiyası adlanır. Bəli, Midhət Paşa haqqında deməli qeyd olunub ki, 2-ci Əbdülhəmid hakimiyyətə gələn kimi tanınmış ictimai xadim Əhməd Midhət Paşanın rəhbərliyi ilə Dövlət Şurası konstitusiya hazırlayır. Bəs qeyd edeyim müəllimə. Hansı ki 19-cu əsrin ilk 10 illiklərində Osmanlı hakimiyyətinə qarşı Balkanlarda yaşayan xalqların mübarizəsi gücləndi. Osmanlı dövlətinə zərbələr vuran üsyanlar baş verdi. Kimlərin üsyanları? Deməli, orada serblərin üsyanı oldu. Bir də 1821-29-da Yunanlar müstəqillik uğrunda mübarizə etdilər, üsyanlar etdilər. Lakin Osmanlılar buna yox dedikdə, İngilislər, fransızlar onları müdafiə edir və 1827 Navarin dəniz döyüşü olur. Üstə gəldə 28-29 Rus-Türk müharibəsi, bu da Ədirnə ilə bitir 29-da. Bütün bunlar da Osmanlının zəifləməsinə səbəb olan amillərdəndir. Tamamilə doğrudur. Bəs qeyd edin, nə zaman Afrikanın şimal vilayətlərində müstəqillik meylləri artmışdı? Bu, səhv etmirəmsə, 19-cu əsrin birinci yarısı olmalı idi, deyəsən. Bəli, əvvəllərində, 19-cu əsrin əvvəllərində. Bəli. Bəs qeyd edeyim müəllimə.
Osmanlı dövləti Krımın və Şərqi Gürcüstanın Rusiyanın himayəsində olmasını qəbul etdi. Deməli, 1868-74 Qaynarca müqaviləsindən sonra Krımın müstəqilliyini tanıdı. Lakin 83-də Krımı, Kubanboyu ərazi, Taman yarımadasını ruslar ələ keçirmişdi. Bu da 87-91 müharibəyə səbəb oldu və 1791 Yassı sülhü ilə başa çatdı. O zaman Rusiyanın Krımın işğalını tanımalı oldu. Tamamilə doğrudur. Bəs bu sualımla cavablandırın zəhmət olmasa. İlk növbədə qiyamçı Yeniçərilərin müqavimətini qırdı. İstanbulda həndəsənin geniş tədris edildiyi xüsusi məktəb, kitabxana və kağız istehsal edən ilk müəssisə açdırdı. Bəli, bu 1-ci Mahmuddur. Belə ki, 1730-cu ildə Yeniçəri üsyanının nəticəsində 3-cü Əhməd hakimiyyəti qardaşoğlu Mahmuda verərək hakimiyyətdən geri çəkilir. Ona görə o da taxta çıxan kimi ilk öncə bu qiyamçı üsyanları yatırmalı oldu. Təşəkkür edirəm müəllimə. Sağ olun. Sağ olun müəllimə. Davam edirik. Növbəti Günel müəlliməsindən davam edəcəm. Bəli, bəli. Müəllimə, qeyd edin zəhmət olmasa. Dünyəvi elmlərə maraq artdı, Osmanlıda ilk mətbə açıldı. Bu Lalə dövründədir. 1718-30-cu illərdə İbrahim Paşanın islahatı nəticəsi idi. Respospolita dövlətinin neçənci illərdə mövcud olub və hansı dövlət, hansı ərazilərdə yaranmış dövlət hesab olunur? Deməli, Respospolita Polşa ilə Litvanın birləşməsindən yaranmış dövlətdir. Səhv eləmirəmsə 1569-1795-ci illərə əhatə edilir. Tamamilə doğrudur. Bəs qeyd eləyin, İslam alimləri arasında mübahisələrə son qoyuldu. Bu Köprülü Mehmet Paşanın islahatlarının nəticəsi idi. Köprülü Mehmet Paşa neçənci illərdə sədr əzəm oldu? 1556-61. 1656-61. 1656-1661 tamamilə doğrudur. Bəs qeyd eləyin müəllimə, cülus bəxşi nə deməkdir? Bu hakimiyyətə gələn deməli sultan özünü digərindən üstün göstərməkdən ötürü məmurlara, əyanlara payladıqları puluydu da, belə hədiyyələr idi. Beşik alimliyi nə deməkdir? Bu deməli alimin oğlu alim olmalıdır. O dövrdə hətta başqa bir vəzifələrdə də belə bir şey var idi ki, yəni atadan oğula keçməli idi. Əslində bu bir dövlət siyasəti idi ki, o vaxtları ki, hakimiyyət, bəli, hökmdarın oğlu hökmdardır. Bu anlayışa dayanırdı əslində mahiyyət etibarilə, bunun təbliğatı idi. Bəs qeyd eləyin, Transilvaniya hansı dövlətə verilibdir Karloviça müqaviləsinə görə? Deməli, Macarıstan və Transilvaniya verilmişdi Avstriyaya. Avstriya. Bəs Polşaya verilən ərazilər hansı ərazilər hesab olunur? Podolya ilə Bratislava Polşaya verilmişdi. Tamamilə doğrudur. Bəs qeyd eləyin müəllimə, 3-cü Əhmədin dövründə bir var, 2 dənə məqam var. Deyir, 3-cü Əhmədin dövründə ölkədə narazılığın daha da artmasına səbəb olan hadisə hansı hadisədir? Bir də ki var, təbrini tükəndirən hadisə. Əhali deyir ki, əhali səbri tükətdi, belə bir məqam var. Bir də ki, deyir ki, narazılığın artmasına səbəb olur. Əslində bir-birindən oxşar xüsusiyyətlərə malikdir bunlar. Deməli, o bir dəqiqə deyəcəm. Deməli, o müharibəyə gedəndə, Səfəvlərlə müharibəyə, məncə səbrini tükəndirən bu olur. Çünki deməli, qoşunun başında müharibəyə gedir, axşamla deməli qayıqla geri qayıdır. Bu deməli, amma çoxlu xərc tələb edən tədbirlərin keçirilməsi sarayda bu artıq narazılığa səbəb olmuşdu. Narazılığın artmasına səbəb olmuşdu. Bəli, tamamilə doğrudur mənim. Bəs qeyd eləyin. Geriləmənin qarşısını qısa bir müddətdə almış Osmanlı hökmdarı hesab olunur. Bu 1-ci Mahmud. 1-ci Mahmuddan bağlı hesab olunur. Osmanlı dövləti Cənubi Buqdan Dnestr çayına qədər olan Qara dəniz sahillərinin Rusiyaya keçməsini qəbul etdi. Bu 1791 Yassı sülhünün şərti idi. Bəs qeyd edin, Yunan layihəsində nəzərdə tutulan məsələ ki var idi. Bu məsələdə hansı ərazilər Avstriyaya verilməli idi? Balkan yarımadasının qərb hissəsi. Bəs qeyd edin, şərqdə nüfuza zərbə vurmaq məsələsi nəzərdə tutulurdu. Hansı dövlətlərə? Bu elə Osmanlının özünə, Böyük Britaniya bir də Fransaya. Tamamilə doğrudur. Bəs qeyd edeyim müəllimə. Hərbi lens sistemi olan Timar və Ziyamət böhran yaşayırdı. Nə zaman?
19-cu əsrin əvvəllərində. Tamamilə doğrudur. Bəs qeyd edeyim müəllimə. Valaxiya ərazisi hansı ərazi hesab olunur? Valaxiya Rumıniyanın bir hissəsi olmalıdır. Deməli, bu Rumıniyanın cənubunda tarixi vilayət hesab olunmalıdır. Tamamilə doğrudur. Bəs qeyd edin. Kimar torpaqları dövlətin mülkiyyətinə keçir, kimar sahibləri təqaüd qismində kompensasiya alırlar. Bu 2-ci Mahmudun islahatlarındadır. Yeni şəhərləri ləğv elədikdən sonra yeni qoşun növü yaradır və timar və ziyamət torpaqlarını da alır sahiblərinin əlindən kompensasiya verir xəzinədə. Gülxan Xətti Şərifi adlanan fərmanda, sənəddə hansı məsələlər nəzərdə tutulub? Bu vergilərin ədalətli və düzgün toplanması idi, iltisamın ləğvi idi, ordu quruculuğunda qayda-qanun yaradılmalı idi. Sonra insanların həyat təbələrin demək olar ki, həyatı, şərəfi, əmlak təhlükəsinin təmin olunmalı idi. Bir də qayda-qanun yaradılmalı idi dövlətdə. Tamamilə doğrudur. İttihad və Tərəqqi Cəmiyyətini kimlər yaratmışdı? 1889-cu ildə İstanbulda hərbi tibb məktəbinin kursantları yaratmışdı, tələbələri yaratmışdı. Bəs yaxşı qeyd edeyim müəllimə. İlk dəfə xarici dövlətlərdən borc alan Osmanlı hökmdarı hesab olunur. Deməli, ilk dəfə bu Krım müharibəsində alınıbdı. Bu 53-56-cı ildə. Bu Əbdülməcidin dövrü. Əbdülməcid olmalı. hesab olunur. 1839-61-ci illərdə hakimiyyətdə olmuşdu Əbdülməcidin dövründə. İlk dəfə Qumbaraçılar Ocağı təşkil olundu. İlk dəfə Qumbaraçılar Ocağı 1-ci dövründədir. 1-ci Mahmudun dövründə. İlk dəfə qəfəs üsulu tətbiq edildi. Bu da 1-ci Əhmədin dövründə olmuşdu. Tamamilə doğrudur. Bəs qeyd edeyim müəllimə. Sipahi ilə Rusiyanın başlamasının səbəbləri. Deməli, əslinə qalsa orada xristianlaşdırma deməli mübarizəsinin nəticəsi xristianlaşdırma idi. Amma milli və zorakı zülm, milli zülm və zorakı xristianlaşdırmaya qarşı idi. Bir bəhanə də olur ki, patron gətirirlər. Yeni patronlardan deməli sipahilər istifadə etmək istəmir, imtina eləyir. Bu da üsyanın başlamasına bəhanə oldu. Tamamilə doğrudur. Bəs qeyd edeyim müəllimə. Hindistan təbii sərvətlərini mənimsəyən müstəmləkəçilər onu nə adlandırırdılar? Böyük Britaniyanın mirvarisi. Mirvarisi adlandırırdılar, bəli. Bir də ki, Viktoriya ilə bağlı bir məqam var. Hansı məqamdır bu? Kraliçə Viktoriya 1876-cı ildə Hindistanın da imperatriçası titulunu alır. Tamamilə doğrudur. Bəs qeyd edeyim müəllimə. Ümum Hindistan Milli Konqresi yaradılıb. Ümum Hindistan Milli Konqresi burada deyir, Konqresin təşkilçiləri nəyə nail olmaq istəyirdilər? Onlar istəyirdilər ki, Hind xalqının hüquqları deməli qorunsun, artırılsın. Bir də deməli bu hindlilərin İngilis parlamentində də maraqları təmsil olunsun da, onlar İngilis parlamentində də. Tamamilə doğrudur. Bəs Taypinlər hərəkatının səbəbi nədən ibarətdir müəllim? Taypinlər hərəkatı da yəni deməli Mancur ağalın zülmü idi, xarici müdaxilə idi, feodal zülmü idi. Bəli, deməli Mancur Tisin sülaləsinin ağır vergi siyasəti və xarici təcavüz. Taypinlər hərəkatının əsas ideyası nə idi bəs? Onlar səmavi ümumi rifah dövləti yaradırlar da. Bəli, əvvəllər hətta qeyd olunurdu Taypin Tianqo. Taypin Tianqo, bəli. Bəs qeyd edeyim müəllimə. Mancur Tisin hökuməti nə zaman Amerika Birləşmiş Ştatları və Fransa ilə qeyri-bərabər hüquqlu müqavilələr imzalayırlar? 1844-cü ildə. Bəli, 1844-cü ildə. Bəs qeyd edeyim müəllimə. Çin inqilabı nəyə nail oldu, nəyə nail ola bilmədi? Deməli, Mancur Çin sülaləsi devrildi, müvəqqəti konstitusiya qəbul olundu, respublika elan olundu, ölkə respublika elan olundu, Sun Yat-sen ilk prezident oldu. Amma feodal qaydaları tam ləğv olunmadı. Bəli, tamamilə doğrudur. Orada feodal qaydaların məsələsi var. Ona tam nail ola bilmədilər. Mitsuhiton dövründə Yaponiyada həyata keçirilən burjua islahatlarında iqtisadi islahatlar qeyd olunub. Bu iqtisadi islahatların məğzi nədən ibarətdir?
vahid pul sistemi yaradır. Bir də dövlətin xəzinəyə məxsus sənaye müəssisələrini maliyyələşdirməkdən imtina eləyir. Ona görə də orada yeni şirkətlər yaranmışdı. Deməli, həmin o dövlət sənaye müəssisələrini ayrı-ayrı şirkətlərə satır. Bu şirkətlər də Mitsui, Mitsubishi şirkətləri olur. Bu da deməli bazar iqtisadiyyatını inkişaf elətdirir də. Bəli. Yəni hətta orada vahid pul sistemi haqqında qeyd olunur əvvəllər IENA. Bəli. IEN. Bəli, İENA pul vahidi olur, bəli. Təşəkkür edirəm müəllimə. Sağ olun. Sağ olun. Davam edirik. Deməli, Validə müəllimə, buradasınız? Bəli, müəllim. Müəllimə, qeyd eləyin zəhmət olmasa. Şimali Qafqazda Çar Rusiyasına qarşı azadlıq mübarizəsinin elə bir qəhrəmanı olub ki, Çar generalları onun igidliyindən bəhs edir. Müəllim, bu Şeyx Şamil idi. Hətta onun ölümündən, yəni onu ruslar tutandan sonra belə orada saxlayıblar. Yəni Rusiyada qalıb, hətta onun həcc ziyarətə getməyinə də icazə veriblər. Onu çox hörmətlə qarşılayırdılar ümumiyyətcə. Bu əslində müxtəlif yerlərdə Şeyx Şamil barədə də qeyd olunur. Amma məsələn, hal-hazırda Şeyx Mənsur haqqında olan məlumatı oxudum. Bəli, yəni hər ikisi haqqında bunlar qəhrəmanlığından bəhs ediblər. Bəli. Amma deməli, bu oxşar cəhət kimi götürəcəksiniz bunu, Şeyx Mənsur və Şeyx Şamil olaraq. Bəs qeyd edeyim müəllimə, Şeyx Şamilin rəhbərliyi ilə mübarizə deyir, daha da ciddi xarakter alır. Şeyx Şamil necə bir sistem yaradır? Müəllim, Şeyx Şamil elə bil bunu bu mübarizəni dini elə bil mübarizəyə çevirmişdi də. Dini bir mübarizəyə cihad adlandırmışdı. Yəni bunu dini bir məcburiyyət kimi insanlar qəbul edirlər ki, yəni düşmənlərdən ölkəni təmizləməlidirlər və güclü bir dövlət yaratmışdı. İmamət adlanırdı dövlət, hərbi dini dövlət yaratmışdı, dini dövlət idi. Sonra orada nizam-intizam var idi. Yəni bütün hər şey ordu ilə, bütün hər şey düşmənlə mübarizəyə yönəlmişdi. Daha sonra burada qeyd olunan və kömək də alır, bəli. Həmin vaxtı Osmanlıdan kömək alır, Azərbaycanın şimalında kömək alır. Hətta Qubusyanına da deyirdik, dəstək vermişdi. Yəni Azərbaycandan Şeyx Şamilə kömək edirdi. Şeyx Şamil də Azərbaycandakı baş verən üsyanlara dəstək verirdi. Bəs qeyd edin, Şeyx Şamil harda, neçə yaşında xəstələnib vəfat eləyir? Mənim Şeyx Şamil bəxt dediyim kimi həcc ziyarətinə gedir. Hətta İstanbuldan keçir, orada onu çox yaxşı qarşılayırlar. Həcc ziyarətini başa vurandan sonra Mədinə şəhərinə gedir. Mədinə şəhərində 74 yaşındaydı, səhv eləmirəmsə, 1871-ci ildə. Elə Mədinə şəhərində xəstələnib vəfat eləyir. Bəs qeyd edin, Rusiya çarı 2-ci Aleksandr onu deyir, hörmətlə qarşıladı və nə qədər müddət onu qonaq kimi saxladı? 10 il. 10 il qonaq kimi saxlayır. Yox, 10 il yox. 10 il dustaqlıq həyatı olub. Amma onu bir ay sarayda qonaq kimi saxlayır. Ondan sonra onun 10 il artıq dustaqlıq. Sonra həcc ziyarətinə getməyinə icazə verir. Qeyd edeyim müəllimə, deyir, Avropalıların çoxu rusların döyüşdə Yaponları asanlıqla məğlub etmələrinə inanırdılar. Bəli. Doğrusu, hərbi və iqtisadi güc baxımından Rus-Yapon müharibəsi... Bəli, iki səbəb var idi ki, bu mənbədə qeyd olmuşdu. İki səbəbə görə ruslar məğlub oldular. Birincisi, həmin vaxtda hakimiyyət olan 2-ci Nikolayın yəni biraz belə deyim də, dövlət işində zəifliyi. Bir də həmin vaxtı inqilab yaxınlaşırdı. İnqilabın baş verməsi, sürətlənməsi, məclisdə seçkilər məsələsi. Bir də həmin vaxtı Sibirdən yol keçirdi, Transsibir dəmir yolu. Həmin o dəmir yolu Baykal göl vasitəsilə gedir və bir xətli idi. Yük daşıyan, belə deyim də, dəmir yolu tək xətli idi. Tamamilə doğru. Deməli, burada belə sistemləşdirək. Birincisi, Sibirdə az sayda hərbi güc saxlanması idi. Çünki Transsibir dəmir yolu Baykal gölü vasitəsilə daşınan yükləri qarşılayan tək xətli dəmir yolu idi. Bu, birinci məsələdir. İkincisi isə daha çox ciddi problem sayılan 2-ci Nikolayın idarəçiliyində sadəlövh yanaşması və Rusiyada inqilabı sürətləndirən məclis seçkilərinin keçirilməsinə hazırlıq məsələsi qeyd olunmuşdur. Portsmut şəhərində imzalanmış sülh müqaviləsinin şərtləri. Bu Rus-Yapon müharibəsində 1945-ci illəri əhatə edən Rus-Yapon müharibəsindədir. 1905-də imzalanır. Burada Cənubi Mançuriya ilə Koreya şərhsiz ağalığı tanınır Yaponiyanın. Bir də yəni müharibədə Yaponiya qalib gəlmişdi. Saxalin adasının cənubu Yaponiyaya verilir. Tamamilə doğrudur. Bəs qeyd edeyim müəllimə, Mitsuhito imperator taxtından çıxanda neçə yaşı var idi onun? O 15 yaşı var idi, gənc idi.
68-ci ildə, 1868-ci ildə. Bəs qeyd eləyin. Mutsuhito'nun Yaponiyada keçirdiyi islahatlarda hərbi islahatında hansı məsələ qeyd olunur? Hərbi islahatında samuray dəstələrini ləğv eləyir və ümumi mükəlləfiyyətlə əsaslanan yeni bir ordu yaradır, müasir tipli bir ordu yaradır. Tamamilə doğrudur. Bəs qeyd edeyim, burada müşavirlər haqqında qeyd olunub. Kimlər idi o Bunlar müşavirlər? müşavirlər mənim gənclər idilər. Yəni son illərdə, xüsusilə deyir son 10 il ərzində hansı ki gedib Avropada təhsil görən insanlar idilər də. Yəni onlar daha gənc və təhsil görmüş, Avropa görmüş gənclər idilər. Onlar Yaponiyanın ən güclü sivilizasiyalar sırasına Bəli, qoşulmasını çalışırlar. xüsusilə burada təhsilin önəmi gedib Avropada təhsil görüb və Yaponiyada da eyni təhsil sistemini qurmağa çalışırdılar. Və yəni bu 19 sivilizasiyanı qoşulmasında tək elə bil çıxış yolunuz təhsildən getdiyini düşünürdülər. Bəs qeyd edeyim müəllimə, 19-cu əsrin ikinci yarısında Fransa, Yaponiya və digər başqa dövlətlərlə ümumiyyətlə aparılan müharibələr nəticəsində qeyd olunur Çinin beynəlxalq mövqeyi bir qədər də zəiflədi. Məğlubiyyətlər nəticəsində imperiya hansı ərazilər üzərində nəzarət itirdi? Mənim əsasən şəhərlərin adıdır, yoxsa ümumi? Yox, əslində ölkələrin adlarıdır. Yəni Çin hansı ölkələr nəzarəti itirdi 19-cu əsrin sonlarında? Çinin nəzarəti itirdiyi... Məsələn, birincisi mən deyəcəm, Tayvan. Tayvan, Myanma idi deyəsən. Yox, Myanma yox müəllimə. Tayvan, Vietnam və bir də Vietnam, Koreya. Bir də Koreya hesab olunur. Koreya yadıma düşdü mənim. Bəs qeyd edeyim müəllimə. Birinci Tir-Yaşı müharibəsinin səbəbi nədən ibarətdir? Mən ümumiyyətcə səbəb Tir-Yaş alverinin genişlənməsi idi. Çində ingilislərin Tir-Yaş alverinin genişləndirməsi idi. Bəli, buna qarşı çıxırlar. Bəs qeyd eləyin. Osmanlı dövləti Afrikadakı sonuncu mülklərini itirdi. Bunu Trablis müharibəsində bu gənc türklərin yenə səhv siyasətlərindən biridir, xarici siyasətlərindən biridir. 1911-12-ci illərdə Fransa ilə baş vermişdi və Afrikadakı son mülkü indiki Liviya ərazisini itirdilər. İtaliya Osmanlı müharibəsi. Bəs qeyd eləyin. Niyə görə 2-ci Əbdülhəmid parlamenti buraxdı? Mənim bir neçə səbəbi var idi. Buraxmanın biri səbəbi üsyanlar baş vermişdi Balkanlarda. Sonra 77-78-ci il həmin vaxtı elə bil iclaslarda, parlamentdə iclaslarda deputatlar hökumətdən narazılıqlarını bildirirdilər, hökuməti tənqid eləməyə başladılar. Bir də hansı ki o müharibələrdə Ruslarla baş verən müharibələrin səbəblərini istədilər Əbdülhəmiddən. Yəni hesabat tələb elədilər. Buna görə də onlar da deməli oldu. Bəs qeyd edeyim müəllimə. Osmanlı ərazisində nə qədər erməni əhali Azərbaycan şimal torpaqlarına 90 min erməni Ədirnə sülh müqaviləsinə görə köçürüldü. Bu 90 minə yaxın qeyd olunur. Yaxın. Bəzi yerlərdə 80 min keçirdik. Müəllim 80 min Ədirnədə deyirdik, 60 min Türkmənçayda deyirdik. İndi bunu biraz sayını artırıblar. İndi hal-hazırda yəni son, bəli, məsələn müxtəlif illərdə məlumatlar dəyişib. Deməli, ən sonda olan məsələlər tarixin ikisində də qeyd olunan məlumatdır. 90 minə yaxın. Bəzi yerlərdə yazılıb hətta 84 min. Yəni elə 90 minə yaxın, yəni 84 min olaraq da nəzərdə tutulubdur. Bəs qeyd edeyim müəllimə. Taleh mənim bir qocanın əlində oyuncağa çevirdi ifadəsi. Bunu demişdi Napolyon demişdi. Bu qoca da Əhməd Paşa idi. Hansı ki Misrə yürüş eləmişdi Fransa generalı Napolyon. Misrə yürüş eləyir, burada məğlub olur, Əhməd Paşa onu məğlub eləyir. 3-cü Səlimin dövründə idi. Ordu quruculuğuna xüsusi diqqət yetirildi. İstanbulda yanğına mühafizə dəstəsi təşkil olundu. Yanğına mühafizə dəstəsi, ordu quruculuğu, yəni yanğına mühafizə dəstəsi Lalə dövrüdür, amma Lalə dövründə ordu quruculuğuna xüsusi diqqət yetirilməyibdir. Ondan sonra Mahmud ondan sonra hakimiyyətə gələn Mahmudun dövründədir. Lalə dövründən nisbətən o ordu quruculuğuna xüsusi diqqət yetirir.
Tamamilə doğrudur. Əslində narazılıqların birisi də elə ondan ibarət idi ki, Bəli. ordu quruculuğuna diqqət yetirilmir. Ki, məsələn, Bir də ancaq əhali bəli, bir fikirləşirdi ki, bu səbəb də müəllim o hansı ki qənaət məqsədi ilə Yeniçərilər birliklərinin bəzilərini ləğv eləmişdilər. O da xəzinəyə yığılan pulu elə bir xarici səfirlərin gəlmək vaxtı belə dövlət tədbirlərinə də belə deyim ziyafətlərə xərcləyirdilər. Bəs qeyd edeyim müəllimə, Avstriya üzərində bir çox parlaq qələbələr qazanır. Krit adası uğrunda döyüşdə Osmanlıların uzun müddət mühasirədə saxladığı Krit adası fəth edildi. Mən Kimin Krit dövründə? adası 1669-cu illər idi. Fazil Əhməd Paşanın dövründə, Köprülü Əhməd Paşadan sonra oğlu Fazil Əhməd Paşa gəlir, onun dövründə idi. Tamamilə doğrudur. Təşəkkür edirəm müəllimə. Davam edirik. Gülnar Hüseynova, Gülnar müəlliməsindən davam edəcəm. Axşamınız xeyir müəllim. Axşamınız xeyir müəllimə. Müəllimə, qeyd eləyin zəhmət olmasa, dövlət büdcəsindəki kəsrlər aradan qaldırıldı. Köprülü Mehmet Paşanın dövründə daxili siyasətdə. Ümumiyyətlə, Köprülü Mehmet Paşanın islahatlarının nəticələrini biz bir sıra məsələlərə qeyd etdik bayaqdan. Siz Bəli. istəyirəm ki, bütövlükdə davam etdirəsiniz. Nədən ibarət oldular? İlk ünvanladığınız kimi dövlət büdcəsindəki kəsirlər aradan qaldırıldı. Anadoludakı üsyanlar yatırıldı. Orduda nizam-intizam quruldu. Çanaqqala blokadaya almışdı Venesiyalılar, onlar məğlub edildi. Bir də İslam alimləri arasındakı dini mübahisələri, din alimləri arasındakı dini mübahisələri, çəkişmələrə son qoyuldu. Tamamilə doğrudur. Bəs qeyd eləyin, nə zaman Osmanlı dövləti mərkəzi Avropadakı ərazilərinin xeyli hissəsini itirdi? Mərkəzi Avropadakı ərazilərin xeyli hissəsini itirdi. Bu Karlovitsa sülhü 1699-cu il müqaviləsi ilə, yəni müqəddəs birliyinə aparılan müharibələr nəticəsində. Qəfəs üsulu nə deməkdir müəllimə? Qəfəs üsulu bu demək 1-ci Əhməddən öncə də hökmdar şəxs vilayətlərə başçılıq eləyərək bu bir təcrübə idi ki, onu belə deyim də bu sistemə taxta kim ki vəliəhd çıxırdı, o mütləq validə sultanlarının, yəni saray hərəmxanasının yanında yaşayırdı və mühafizəkarlar tərəfindən xüsusi dəstə tərəfindən qorunurdu. Bu da təbii ki, onların təcrübə qazanmalarına mane olurdu. Tamamilə doğrudur. Geriləmə dövrü neçənci illərə əhatə edir? Gerilənmə bu elə Avropadakı ərazilərin çox hissəsini itirəndən sonra başladı. 1699-dan Yassı sülhünə qədər, 1791-ci ilə qədər. Tamamilə doğrudur. Bəs qeyd edeyim müəllimə. Ticarət əlaqələrini Osmanlı İmperiyası 16-cı əsrin sonlarında genişləndirmək məqsədi ilə hansı ərazilərlə bağlıdır? Kanallar çəkdi, müəyyən Bəli, layihələr. planları var idi, ancaq iqtisadi geriliyə görə, iqtisadi vəziyyətinin böhranına görə onu həyata keçirə bilməyəcək. Bu nə idi? Volqa və Don çayları Aralıq dənizinin Qırmızı dəniz və Hind okeanı ilə birləşdirən kanalları çəkmək layihələri idi. Tamamilə doğrudur. Osmanlı dövlətindən durğunluq və geriləmənin bir sıra səbəbləri var. İndi mən sizə sual verəcəm, siz mənə qeyd edəcəksiniz. Bu xarici səbəbdir, yoxsa daxili səbəbdir? Bəli, buyurun. İdarə etmə mexanizmlərini təkmilləşdirən Avropadakı mərkəzi hakimiyyətin güclənməsi. Əgər Avropadakı mərkəzi hakimiyyətin güclənməsi deyiriksə, bu xarici səbəbdir. Mərkəzi hakimiyyətin nüfuzdan düşməsi və iqtisadiyyatın zəifləməsi. Mərkəzi hakimiyyət daxili səbəb. Ordu quruculuğunda nöqsanların artması. O da daxili səbəb. Güclü dövlətlərin əhatəsində olması. Güclü dövlətlərin əhatəsində olması bu xarici səbəbdir. Sərhədlərini genişləndirə bilməməsi. Sərhədlərini genişləndirə bilməməsi bu da xarici səbəbdir. Avropadakı inkişafla müqayisədə geridə qalması və onlarla rəqabət apara bilməməsi. Apara bilmirdi. Bu xarici səbəb. Tamamilə doğrudur. Bəs qeyd edin, burada ocaqlarla bağlı, qapı-qulu ocaqlarla bağlı hansı Bəli. məqam qeyd olunur, hansı şüarlar qeyd olunur? Bəli, orada şu əvvəllər deyirdilər ocaq dövlət üçün idi. İndi isə deyirlər dövlət ocaq üçündür. Bu da nə deməkdir? İqtisadi durğunluq ordunu da zəiflətmişdi. Həmçinin əsgərlikdə olmayanlar bu ocaqlara cəlb olunurdular və donanmada sonra ordu özü də getdikcə daha da zəifləyirdi. Tamamilə doğrudur. Dövlətin itirilmiş beynəlxalq nüfuzunu bərpa etmək üçün tədbirlər gördü. Rusiyanın cənuba doğru artan təcavüzünün qarşısı alındı. 1-ci Əhmədin dövründə. 3-cü Əhmədin dövründə. 3-cü Əhmədin daha doğrusu onu demək istəyirdim. 3-cü Əhmədin dövrü. Bəs qeyd edeyim müəllimə.
Avropa memarlığı ilə tanışlıq nəticəsində İstanbulda yeni üslubda binaların inşasına başlanıldı. Aha, o demək Avropa nümunəsində deyiriksə, bu birinci Mahmud. Yox. Yo, Bu yo, elə Lalə Avropa dövründən bağlı. Avropa nümunəsinin nazirliyi 2-ci Mahmuddur, amma binalar isə 3-cü Əhmədə aiddir, Lalə dövrünə aiddir. Lalə dövrü İbrahim Paşa. Bəli. Bəs qeyd eləyin. Birinci Mahmudun dövründə deyir, əsas gücünü hansı dövlətə qarşı müharibəyə yönəltdi? O Avstriyaya qarşı yönləndirmişdi. Çünki Avstriya 3-cü qarşı. Əhmədin dövründə itirilmiş o Balkan yarımadasındakı əraziləri geri qaytaracaq. Bəs qeyd eləyin müəllimə. Rusiya Cənubi Qafqazda və Balkanlarda nüfuzunu daha da artırdı. Rusiya Balkanlarda nüfuzunu artırır. Bu 2-ci Yekaterinanın dövründə şərq məsələsi ilə. Yəni belə deyək, sırf burada baş verən proses var. E, Yəni müqavilə var. Yəni kiçik sülh qaynar məsləhəti. kiçik qaynarca yox, Yassı sülhündən sonra. Yassıda bəli. Deyir Rusiya Cənubi Qafqazda və Balkanlarda Bəli, nüfuzunu Yassıdan sonradır. daha da artırdı. Bəs qeyd eləyin müəllimə. Sultan 3-cü Səlimin dövründə yerli tacirlərin gəlirlərini artırmaq məqsədlə hansı addım atılıb? Xarici belə deyək də gömrük rüsumu, xarici ticarətdə gömrük rüsumunu artıracaq və xarici tacirlərin fəaliyyətində məhdudiyyətlər qoyacaq. Deməli, ölkə daxilində onların imtiyazları artırıldı. Artırılır və Xarici xarici tacirlərin tacirlərin fəaliyyətləri fəaliyyəti məhdudlaşdırıldı. məhdudlaşdırılır. Tamamilə Bəli. doğrudur. Bəs qeyd eləyin müəllimə. Nə zaman ümumi əsgər yığımı qaydasında yeni ordu yaradıldı? 2-ci Mahmudun dövründə. Neçənci ildə? Ümumi deməli 830-cu ildə. 30-cu illərdə bəli qeyd olunan. Bəs qeyd eləyin. Gənc türklər özünə sadiq hərbi hissələrə arxalanaraq 2-ci Əbdülhəmidi taxtdan saldılar. Yerinə kimi gətirdilər və o neçənci illərdə hakimiyyətdə olub? Bəli, yerinə 5-ci Mehmeti gətirdilər. Bu proses 1909-cu ildə olmuşdu. Elə hakimiyyətə də Mehmetin hakimiyyətinin başlanğıcı həmin ildən götürülür. 1918-ci ilə qədər, 6-cı Mehmet Rəşad gələnə qədər. Tamamilə doğrudur. Bəs qeyd eləyin. İlk dəfə xəlifə titulunun sahiblənən Osmanlı hökmdarı hesab olunur. Xəlifə bu 1-ci Səlim. Bəs qeyd eləyin. 2-ci Mahmud neçənci illərdə hakimiyyətdə olub müəllimə? 2-ci Mahmud 1808 1839. Tamamilə doğrudur. Müqəddəs İttifaqın təşəbbüskarı kimdir? Müqəddəs Birliyin təşəbbüskarı kimdir? Bunlar qeyd eləyin zəhmət olmasa. Müqəddəs demək, birliyin təşəbbüskarı papadır. Amma Müqəddəs İttifaqda 1-ci Aleksandrın təşəbbüskarlığını Yəni olmuş. belə Rusiyanın təşəbbüsü hesab Rusiyanın. olunur. Bəs qeyd eləyin müəllimə. Böyük Britaniya nə zaman Maratıq Konfederasiyasını ələ keçirib? Maratlı bu 30-cu illərdə. Bəli, 19-cu əsrin birinci yarısında. Birinci yarısı. Bəs qeyd eləyin. Hindistan idarəsi ilə bağlı hansı məsələ qeyd olunub ki, deyir, geniş miqyaslı üsyanların baş verməməsi üçün vacib şərt idi Böyük Britaniyanın bu siyasəti. Geniş miqyaslı üsyanların baş verməməsi bu Bəli. birinci idarəçilik yoxsa sipahilər Yox, üsyanlar sipahilərdən əvvəlki. əvvəlki bu demək nə edirlər onlar 19-cu əsr Osten şirkətinin o üsyanların qabağını almaqdan ötürü korrupsiya əməllərinə yeni vergilər tətbiq eləyirlər. Belə məsələn qeyd olunub. Deyir, Böyük Britaniya hökumətinin Hindistanda müstəmləkə rejimini möhkəmləndirmək üçün racələrin müstəqilliyini formal olaraq Bəli. saxlaması, geniş miqyaslı üsyanların baş verməməsi üçün vacib şərt idi. Bəli, Belə düz. qeyd olunub. Amma bəli, yəni bu ümumiyyətlə iqtisadi vəziyyəti ağırlaşdıran amillər ki, Ağırlaşdıran amillər idi. yeri vergilərin təyin olunması qeyd olunur. Bəs qeyd eləyin. Parçala hökmranlıq et siyasətində hansı məsələ ilə bağlı tətbiq edildi Hindistanla bağlı Britaniya?
Bəli, onlar demək Ümumi Hindistan Milli Konqresi zamanı bu siyasəti həyata keçirirdilər ki, Hind knyazları ilə müsəlmanlar arasında qırğınlar törədilsin, birləşməsinlər. Təşəkkür edirəm müəllimə. Buyurun müəllim. Davam edirik. Fizika müəlliməsindən davam edəcəm. Buyurun müəllim. Müəllimə, qeyd edin zəhmət olmasa. Neçənci illəri əhatə edir bu Tayfunlar hərəkatı? Demək, Tayfunlar hərəkatı içində 1856-cı ildən yox, 1850-ci ildən 64-cü ilə qədər. 64-cü ilə qədər. 1850-1864-cü illəri Hı əhatə edir. Bəs qeyd edeyim müəllimə. 19-cu əsrin əvvəllərində Yaponiyada ali hakimiyyət kimə məxsus idi? Demək, Yaponiyada ali hakimiyyət Syoquna məxsus idi. Yox müəllimə. Yaponiyada ali hakimiyyət imperatora məxsus olsa da, amma real hakimiyyət Tokugawa sülaləsindən olan Syoquna məxsus idi. Amma əslində ali hakimiyyət imperatora məxsus idi. Bəs qeyd eləyin. Kimlər idi ki, ölkənin müstəqilliyi üçün təhlükə yarandığını düşünərək Syoqun rejiminə qarşı çıxır və xarici təbəələrə hücum endirirdilər? Bunlar kimlər idi? Deməli, bu samuray və knyazlar idi da. Samuray və knyazlar hesab olunacaq. Bəli, tamamilə doğrudur. Bəs qeyd eləyin. Portsmut müqaviləsi hansı ümumiyyətlə ölkədə imzalanıb? Demək, bu 1905-ci ildə imzalandı ABŞ-da. Amerika Birləşmiş Ştatlarında. Bəs qeyd eləyin. Hansı Osmanlı sultanı təmtəraqla qarşıladı Şeyx Şamili? Aha, demək, Əbdülhəmid bir dəqiqə orada yazılmışdı. Deməli, bu hesab olunacaq Sultan Əbdüləziz. Əbdüləziz, bəli. Bəs qeyd eləyin. Ciddə limanında kim qarşıladı Şamili böyük ehtiramla? Məkkənin əmiri qarşılamışdı. Məkkənin əmiri, tamamilə doğrudur. Bəs qeyd eləyin. Şeyx Şamil neçənci ildə müqavimət dayandırdı? 1859-cu ildə. Hansı hadisə idi ki, Rusiyanı Qafqazın şimalında daha da möhkəmlənməyə və cənubunu ələ keçirməyə sövq etdi? Sualı bir dənə də bir zəhmət olmasa. Deməli, hansısa bir proses baş verib. Ondan sonra Rusiya daha da cəsarətlənib və Qafqazın şimalını daha da möhkəmlənməyə və cənubunu ələ keçirməyə sövq edir. Yəni, sadəcə Qafqazın şimalı ilə kifayətlənmir də. İstəyir ki, Cənubi Qafqaziyanı işğal etsin. Yəni, belə bir cəsarətlənir. Belə bir... 1829-da Cənubu işğalını bitirir. Daha sonra, yəni... Yox, baxın məzmun. Hələ ondan daha əvvəl, qat-qat əvvəl. Yəni, hansısa bir proses baş verir. Rusiya Qafqazın şimalında möhkəmlənir və cənubunu da ələ keçirməyə cəhd göstərir. Rus-Türk müharibəsində qalib hansı ki 1787-1791-ci illər. Yəni, Kiçik Qaynarca sülh müqaviləsində imzalanan hissədə qeyd olunan məlumat. Bəs qeyd edeyim müəllimə. İslam bayrağı altında mübarizə aparmasından şərait yaradır, səbəb olur. Hansı amillərdir ki, bunlar səbəb olur, səbəblər yaranır? İslam bayrağı. Şeyx Şamil rəhbərliyi. Deməli, bu Rusiyanın Şimali Qafqazı ələ keçirib həmin ərazilərdə yürütdüyü müstəmləkəçilik siyasəti və zorla xristianlaşdırma siyasəti. Bunlar hesab olunacaq. Bəs qeyd edeyim müəllimə.
Syoğun nə zaman hakimiyyətdən əl çəkdi? Neçənci ildə? Siyonun o Mutsika da onun hakimiyyətə gəlməsi ilə idi də 1867-ci ildə. Bəli, 67-68-ci illərdə deyir Yaponiya burjua inqilabı nəticəsində Syoğun hakimiyyətdən əl çəkir. Belə qeyd olunur. Bəs qeyd edeyim müəllimə. Hansı hadisə idi ki, Yaponiyanın özünü təcrid siyasətinə son qoyuldu? Demək bu ABŞ-la bağlanan müqavilə idi ki, orada Amerika ilə o ticarət güzəştləri edildi. Daha sonra bu müqavilə digər ölkələrlə bağlandı. Beləliklə, yəni özünü təcrid Sülh dostluq və sülh dostluq əməkdaşlığı haqqında müqavilə 1854 1854-cü hesab olunmalıdır. Bəs qeyd edeyim müəllimə. Deyir, Taypinlər hərəkatı ilə bağlı qeyd olunur. Deyir, monarxiya ləğv edilmədi. Hansı dövlətlər yeni iqtisadi güzəştlər əldə etmək üçün Çinin Manjurtisin imperatoruna Taypinlər hərəkatını yatırmaqda kömək etdi? Demək bu Amerika Birləşmiş Ştatları idi, İngiltərə və Fransa idi. 1864-cü ildə də Taypinlər hərəkatı yatırıldı. Faktoriya nə deməkdir müəllimə? Faktoriya. Faktor bu belə deyək də bu ticarət üçün gedilən ölkələrdə yaradılan hər hansı bir yer idi də, onların yaşadıkları yer idi. Bəli. Avropa tacirlərinin müstəmləkə ölkələrində ticarət konturu, yəni onların yaşadıkları ərazi hesab olunmaqdadır. Bəs qeyd edeyim müəllimə. Nə zaman Hindistanda ilk fəhlə qanunları qəbul edildi? İlk fəhlə qanunları bəli burada deməli bu 1884-cü yox 90-cı il 1890-cı il. 1890-cı ildə bəli qeyd olunacaq. Burada Bəs qeyd edeyim. yeniyetmələrin əməyindən istifadəyə qadağan qoyuldu. Milli kapitala məxsus ilk toxuculuq fabriki harda, neçənci ildə yaradılıb? Demək bu 1884-cü ildə yaradıldı Bombeydə. Bu zaman fəhlələrin ümumiyyətlə iş saatı neçə saata çatırdı? Bəli, 16 saata endirildi. Təşəkkür edirəm müəllimə. Çox sağ olun. Sağ olun. Vaqif müəllim sizlə davam edəcəm. Vaqif müəllim buradasınız. Deməli, Vaqif müəllim yoxdur. Davam edirik. Nailə müəllimə sizlə davam edəcəm. Gəl müəllim, buyurun. Deməli, müəllimə qeyd edin zəhmət olmasa. Asiya qitəsinin ən böyük İngilis müstəmləkəsi olan Britaniyada, daha doğrusu Britaniya Hindistanında hansı ölkələr var hal-hazırda? Bangladeş, Birma, Hindistan, bir də Pakistan müəllim. Tamamilə doğrudur. Bəs qeyd eləyin. Sipahilər üsyanının məğlub olma səbəblərinə nələr daxildir? 1859-da məğlub oldular. Əsas orada vahid komandarlıq, rəhbərlik yox idi. Bir də üsyançıların maraqları müxtəlif idi, da nizamsız idilər. Ona görə də məğlub oldular. Tamamilə doğrudur. Bəs Sipahilər üsyanının gedişi prosesində hansı hadisələr baş verdi? Üsyançılar məsələn hansı şəhərə daxil oldular, nə etdilər? Üsyan hansı ərazilərə daha çox yayıldı və s. Onlar əvvəlcə hücum eləyirlər Dehliyə, Dehlini alırlar. Sonra da o Moğol dövlətinin sonuncu olan hökmdarı 2-ci Bahadırı Şah kimi şah taxtında əyləşdirirlər. Yəni hökmdarı elan eləyirlər. Ona sədaqət andı içirlər. Sonra tez bir zaman ərzində Qanq vadisi və
onun ərazilərinə yayılırlar da və yəni o gedişdə o olur. Ancaq həmin o gedişdə, yəni üsyanın bitməmişdən əvvəl 1858-də də o ingilislər Bahadır Şahı həbs edirlər. Moğol dövlətinə rəsmən son qoyurlar. Dövlətə son qoyulsa da sipahi üsyan davam edir. Amma üsyanın məğlub olması 59-cu ildir. Tamamilə doğrudur. Bəs qeyd edeyim müəllimə. Nə zaman ingilislər Pəncabı ələ keçirdilər? Pəncabı. Müəllim, o belə deyərik də 18-ci əsrin birinci yarısında. 19-cu əsrin birinci yarısında. Hə, 19-cu əsrin birinci yarısında, bəli, bəli. Birinci yarısında. Bəs Hindistan işğalına nə zaman başlamışlar bunlar? 18-ci əsrdən başladılar. O 1856-da da Aud knyazlığının alınması ilə elə bir Hindistan işğalını başa çatdırırlar. Tamamilə doğrudur. Bəs qeyd edin. Viyananı ilk dəfə mühasirəyə alan Osmanlı hökmdarı hesab olunur. O ilk dəfə 1-ci Süleyman Şaha aiddir də 1829 olmalıdır. Yox, müəllim. 1529. Üzrlü sayılır. Məlumat oxumaqdandır. 6-cı Mehmet neçənci illərdə hakimiyyətdə olub? 6-cı Mehmet. O sonuncu olubdu. O 1918-dən 22-yə qədər, yəni Osmanlı İmperiyası devrilənə qədər. Tamamilə doğrudur. Bəs qeyd edeyim müəllimə. London müqaviləsinin şərtləri nədən ibarət idi? 1913-cü il London müqaviləsi. 1913 bir dəqiqə müəllim. O Balkan müharibəsinə son qoyubdu. Orada var idi ki, Osmanlı dövləti Ədirnə daxil olmaqla Avropadakı torpaqların elə çox hissəsini itirir. Bir də onun ərazisi Frakiya ərazisindən məhdudlaşır. Yəni bir növ Osmanlı məğlubiyyəti idi də o. Tamamilə doğrudur. Belə bir sual verəcəm sizə şəkildə görüm nə qədər diqqətli yanaşmısınız. Gənc türklərin 1913-cü il dövlət çevrilişinin təsviri var idi. Harada? Bəli, müəllim, var idi. O fransız jurnalıdır. Je Petit jurnalıdır. Özü 1913-cü ildə. Je Petit jurnal, bəli, hesab olunmalıdır. Bəs qeyd edeyim müəllimə. İkinci Balkan müharibəsi nəyə görə baş verdi? İkinci Balkan müharibəsi 1911-12-ci illəri 12-13-cü illəri əhatə edibdi. Bu Osmanlı İmperiyasına qarşı elə bil Bolqarıstandır, Yunanistandır, Serbiyadır, Çernogoriyadır, ittifaq yaradırlar və əsas məqsəd o idi ki, yəni Osmanlı dövlətini məğlub eləsinlər. Yox, İkinci Balkan müharibəsi başqa səbəbə görə baş verir müəllimə. İkinci Balkan müharibəsi Makedoniya uğrunda elə bil orada qalib dövlətlər ərazi bölüşdürülməsi uğrunda narazılıqları baş verir. Bolqarıstanda İkinci Balkan müharibəsində müharibə edir. Hətta orada əvvəllər deyildi ki, Makedoniya uğrunda mübarizəyə başlayır. Yəni hətta İkinci Balkan müharibəsi elə bayaqlarda bir məsələdə qeydim 1913-cü ildə baş veribdi. Bəli. Bəs qeyd edeyim müəllimə. İtaliya-Osmanlı müharibəsi neçənci illərdə baş verib? O 1911-12-ci ildə buna Trablis müharibələri də deyirlər və bunun nəticəsində Osmanlı dövləti Afrikadakı sonuncu mülkü, yəni Liviya ərazisini itirir. İngiltərə hansı ərazini qazanır Berlin Konqresinə görə? Berlin Konqresinə görə. Müəllim, Kipr adasını elə bil icarəyə götürür o. Hansı dövlətlər idi ki, Rusiyanın yaxın şərqdə güclənməsinə yol verməmək üçün San Stefano müqaviləsinin şərtlərinə etiraz edərək onun şərtlərinə yenidən baxmağa məcbur etmək üçün Berlin Konqresini çağırdılar. İngiltərə ilə Avstriya idi. Tamamilə doğrudur. Bəs qeyd edin. Ə, 1876-cı ildə İstanbulda kimləri idilər ki, hansı tələblərlə çoxminli mitinqlər təşkil etdilər? Müəllim, orada 1876-da mədrəsə tələbələri idi. Onlar iki vəzifəni, baş vəzirlə Şeyx İslamın elə bil istifasını tələb edirdilər. Ona görə də mitinqlər təşkil eləmişdilər. Tamamilə doğrudur. Bəs qeyd edin.
Belə bir məsələ var. Qeyd olunub ki, nizami hərbi dəstələr yaradıldı. Nizam Nizami hərbi dəstələr sərt tədbirlərə həyat keçirilirdi. Nizami hərb. Müəllim, bu 2-ci Mahmudun hərbi islahatlarındadır da. Bəli, Elə 2-ci burada Mahmud. hərbi dəstələrini ləğv eləyirlər. Onun yerində həyata keçirirlər də o sərt tədbirləri. 2-ci Mahmudun əvvəlcə keçirdiyi islahat hansı islahat hesab olunur? Hərbi islahat. Birinci hərbi islahat keçirdi. Tamamilə doğrudur. Bəs qeyd eləyin. Ədirnə müqaviləsinə görə Ədirnə müqaviləsinin Qafqazla bağlı maddəsi nə ilə bağlıdır? Müəllim, Ədirnə müqaviləsi elə bil ki, Qafqazda nə oldu ki, Rusiyanın Qafqazı, yəni Cənubi Qafqazı işğalını artıq rəsmən tanıyır. Əvvəlki müqavilədə məsələn tanısa da rəsmən tanınma Ədirnə müqaviləsinə aiddir. Deməli, rəsmən tanıdı, bəli, doğrudur. Yəni Qafqazın, Cənubi Qafqazın işğalını tamamilə tanıyır. Bir də ki, Ahalsıq Paşalığının bir hissəsi Rusiyaya verildi. Bəli, bəli, Ahalsıq Paşalığı, bir də 90 minə yaxın erməninin Azərbaycan ərazisinə köçürülməsi. 19-cu əsrin əvvəllərində Osmanlı dövlətindən pay qopartmağa çalışan böyük dövlətlərin dəstəyi ilə tabe edilmiş xalqların mübarizəsi gücləndi. Slavyan xalqlarına kimisi kömək verirdi, kimisi Əlcəzairdə mövqeyi möhkəmləndirdi, kimisi Misirdə. Bunlar kimlər idi? Slavyan xalqlarına kömək verən Rusiya dövləti idi. Sonra ingilislər Misirdə elə bil köməklik verirlər. Fransızlar da Əlcəzairdə. Tamamilə doğrudur. Təşəkkür edirəm müəllimə. Çox sağ olun müəllim. Sağ olun. Davam edirik. Qiyafət müəlliməsindən davam edəcəm. Buyurun müəllim. Müəllimə, qeyd eləyin zəhmət olmasa. 3-cü Səlim neçənci illərdə hakimiyyətdə olub? 3-cü Səlim deməli 1789-1807-ci illərdə. Bəli. Bəs qeyd eləyin. Napolyon nə zaman Misrə yürüş etdi? 18-ci əsrin sonlarında. Burada marşlarla bağlı, timarla bağlı və s. müəyyən məqamlar vardı 3-cü Səlimin islahatlarında, hərbi islahatlarında. Bunlar hansı məsələ idi? Məsələn, marşla bağlı hansı məqam yarandı? Burada deyirdi ki, elə bir yeniçərilərə 3 aydan bir əlavə maaş verilirdi ki, o ləğv olundu. Bir də hərbi vəzifəsini düzgün yerinə yetirməyənlərdən timar və ziyamət torpaqları geri alınırdı. Bəs qeyd eləyin. Avropa nümunəsində nə yaradıldı? Avropa nümunəsində nazirliklər yaradılmışdı. Avropa nümunəsində nazirliklərin yaradılması yox. Bu 2-ci Mahmudla bağlıdır. Amma mən 3-cü Səlimlə bağlı... Səfirliklərin açılması 3-cü Səlimlə, nümayəndə heyətdə 3-cü Əhmədlə bağlı idi. Bəli, amma yeni hərbi hissələr yaradıldı. Məsələn, Avropa nümunəsində bu isə hesab olunacaq 3-cü Səlimin dövrü ilə bağlı. Bəs qeyd edin müəllimə. Şərq məsələsinin Avropa ölkələrində xeyrinə həll olunmasına olan məsələdə hansı məsələlər yer almaqdadır? Məsələn, Osmanlıya məxsus Misir uğrunda hansı dövlətlər arasında mübarizə gedirdi? Burada deməli Misir uğrunda deməli Fransa və İngiltərə, Balkan yarımadasında da deməli Avstriya və Rusiya. Bəli, ona görə də bunlar şərq məsələsini həll edə bilmirlər. Hətta bu proses davam edir və Versal-Vaşinqton konfranslarına qədər. Hətta Versal konfransında belə bunlar şərq məsələsini həll eləmək istəyirlər. Onda belə bunlar arasında olan konflikt səbəbindən bunlar həll edə bilmirlər şərq məsələsini. Uzanılır, ona görə də Mustafa Kemal Paşa Milli Azadlıq Hərəkatının əsasında Türkiyə Respublikasını qurur. Bəs qeyd edeyim müəllimə. Yunan layihəsi ilə bağlı bayaqdan bir də sual verdi. Amma xırda suallar verdim də. Məsələn, Avstriya, Balkan yarımadasının qərbindəki torpaqları vermək və s. Siz ümumilikdə qeyd edin. Yunan layihəsində nəzərdə tutulan məsələlər nədən ibarətdir?
Deməli, Yunan layihəsində nəzərdə tutulurdu ki, Rusiya Osmanlı hesabına öz ərazisini genişləndirsin. Sonra deməli şərqdə olan Osmanlı, Böyük Britaniya, Fransanın nüfuzuna zərbə vursun. İstanbulu işğal edib Konstantinopol adlandırsın və belə deyək ki, Rusiyanın himayəsi altında olan bir Bizans yaratsın. Avstriyaya Balkan yarımadasının qərbini vermək istəyirdi. Bir də Rusiyanı pravoslavlığın mərkəzi elan etmək istəyirdi. Güya ki, onları müsəlman zülmündən qorumaq məqsədi ilə. Tamamilə doğrudur. Bəs qeyd edeyim müəllimə. Kiçik Qaynarca sülh müqaviləsinin şərtləri nədən ibarət olur? Deməli, Kiçik Qaynarcada Krım xanlığının müstəqilliyini Osmanlı dövləti tanıyır. Bir də Qaradəniz sahillərində deməli Şərqi 7 say, bir də Azov qalalarını itirir. Osmanlıda hər biri neçə nəfərdən ibarət olan qumbaraçlardan ibarət qumbaraçlar ocağının yaradılması nəzərdə tutulmuşdu, yəni Deməli, yaradılmış. 25 nəfərdən ibarət, hər birində 25 nəfərdən ibarət 600 nəfərlik qumbaraçı belə deyək ki, ordusu var idi. Tamamilə doğrudur. Bəs qeyd edeyim müəllimə. Prut qələbəsindən ruhlanan 3-cü Əhməd müqəddəs birliyin digər üzvləri ilə müharibəyə başladı. Hansı Bəli, üzvləri? bu Avstriya və Venesiya idi, lakin onlara qarşı müharibədə məğlub olur və Balkan yarımadasında xeyli ərazilər itirir. İbrahim Paşanın islahatlar keçirməkdə məqsəd nədən ibarət idi? İbrahim Paşanın deməli burada o itirilmiş torpaqları geri qaytarmaq əvəzinə xəzinəni doldurmaq istəyirdi. Deməli, dövlətin geriləməsinin qarşısını almaq, dövlətin keçmiş qüdrət nüfuzunu və qüdrətini bərpa etmək əslində məqsəd daşıyırdı. Bəs qeyd edeyim müəllimə. Biz zor gündə qan və din qardaşlarımızı arxadan vurmayacağıq. Bunu kim qeyd eləmişdi? Və bu Səfəvi hökmdarı Süleyman Şahın sözü idi. Tamamilə doğrudur. Bəs qeyd edeyim, müqəddəs birliyin üzvləri olan dövlətlər hansı dövlətlərdir? Deməli, burada Venesiya var idi, Avstriya, Malta, Respospolita, bir də Rusiya. Tamamilə doğrudur. Bəs qeyd edeyim müəllimə. Bir var Köprülü Mehmet Paşanın islahatlarının nəticələri, bir də ki var Köprülü Mehmet Paşanın islahatlarının məqsədi. Məqsəd nədən ibarət olur məncə? Deməli, məqsəd burada tənəzzülün qarşısını almaq, durğunluğun qarşısını almaq, orduda qayda-qanun yaratmaq, bir də din alimləri arasında olan çəkişmələrə son qoymaq. Tamamilə doğrudur. Durğunluq dövründə Osmanlı iqtisadiyyatının zəifləməsinin müxtəlif səbəbləri var. Bunlar hansı səbəblərdir? Deməli, burada sultanlar tez-tez dəyişirdi və yeni gələn sultan özündən əvvəlki sultandan daha çox düsuli bəxşiş paylamağa çalışırdı. Sonra sədr-əzəmlər tez-tez dəyişirdi. Böyük coğrafi kəşflər nəticəsində ticarət yolları dəyişmişdi. Eyni zamanda görmüş rüsumları azaldılmışdı. Bu da yerli tacirlərin müflisləşməsinə səbəb olurdu. Bir də kənd əhalisi öz təhlükəsizliyini təmin etmək üçün şəhərlərə köçüb gəlmişdi. Bu da kənd təsərrüfatının tənəzzülünə səbəb olub. Eyni zamanda da şəhərdə işsizliyin sayının artmasına Baxın, səbəb olub. Qiyafət müəllimə, gəlin bir məsələyə diqqət edirək. Testlərdə də qarşınıza çıxa bilər. Düzdür, bunlar hər ikisi zəifləmənin müxtəlif səbəbləridir. Amma bir var burada idarəçilikdə zəifləmə səbəbləri. Bir də ki var iqtisadiyyatda zəifləmə səbəbləri. Bunlar Mən fərqlidir. iqtisadiyyatda olanları dedim. Siz ümumiyyətlə hər İdarəçilikdə ikisinin xüsusiyyətlərinə dediniz, amma bunlar əslində bizə ayrı-ayrılıqda lazımdır. Məsələn, Osmanlı dövlətində idarəçilik nə deməkdir? Yəni siyasi. Amma iqtisadiyyat isə tamamilə fərqli. Ona görə də bir də idarəçiliyin zəifləmə səbəbləri hansılardır? Bunları onlar qeyd eləyin zəhmət olmasa. deməli, idarəçilikdə sultanlar hərbi yürüşlərin başında getmirdi. Şəhzadələrin belə deyək ki, anaları dövlət işlərinə müdaxilə edirdi. Sonra rüşvətxorluq artmışdı. Bir də sədr-əzəmlər tez-tez dəyişirdi. Tamamilə doğrudur. Bir də ki, bəli, iqtisadiyyatın zəifləməsinin müxtəlif səbəbləri var. Onlar hansı səbəblərdir? Burada deməli sultanlar belə deyək ki,
özündən əvvəlki sultandan daha çox düsuri bəxşiş paylamağa çalışırdı. Bir də deməli böyük coğrafi kəşflər nəticəsində ticarət yolları dəyişmişdi. Görünüş rüsumları azaldılmışdı. Bu da yerli tacirləri müflisləşdirirdi. Kənd əhalisi şəhərlərə köçüb gəlmişdi. Bu da kənd təsərrüfatının tənəzzülünə, şəhərlərdə işsizliyin artmasına səbəb olmuşdu. Tamamilə doğrudur. Təşəkkür edirəm müəllimə. Sağ olun. Sağ olun. Əşrəf müəllim sizdən davam edəcəm. Bəli. Müəllim, qeyd edin zəhmət olmasa. Osmanlıda dağılma dövrü neçənci illərə əhatə edir? Dağılma dövrü 1579-1699. Yox müəllim, o durğunluq dövrü hesab olunur. Dağılma dövrü Dağılma başqa. dövrü 1791-1922. Bəs qeyd edin. Birinci Mahmud 3-cü Əhmədin nəyi sayılırdı? Nə idi Qardaşı daha doğrusu? oğlu. Qardaşı oğluydu. Bəli. Bəs qeyd edin. Birinci Mahmud neçənci illərdə hakimiyyətdə olub? Birinci Mahmud 1730-1754. Tamamilə doğrudur. Minlərlə Krım türkü Osmanlı dövlətinə sığınmağa məcbur oldu. Hansı hadisə nəticəsində? 1774-cü ildə. Kiçik Yox, Qaynarca. 74-də niyə olsun ki? Hə. Krım Bu türkü mənim, Krım türkü. 1787-1791-ci ildə elə bil Rusiya Krıma hücum eləyir. Ona görə sığınır. Yox müəllim, axı Rusiya Krımı daha başqa bir vaxtda işğal etmişdi axı. Bilmirəm. Rusiya Osmanlı ilə müharibə aparır 1787-1791-ci Hə. ildə. 1783-cü ildə Krım xanlığını işğal edərək yerli əhali divan tutur. Bu zaman minlərlə Krım türkü Osmanlı dövlətinə sığınmağa məcbur. Bəli. Bəs qeyd edin müəllim. Əyalətlərdə hakimiyyət yerli əyanların və canişinlərin əlində cəmləşmişdi. Nə zaman? Osmanlının hansı dövrdə qeyd olunan məlumatdır bu? 18-ci əsrdə. Yox müəllim, 19-cu əsrin əvvəllərində. Bəs qeyd edin. Hərbi xidmət göstərməyənlərdən timar və ziyamət torpaqlarının əllərindən alınması kimlər üçün oxşar cəhət hesab olunur? Bilmədim. Bu deməli hesab olunacaq müəllim. 3-cü Səlim və 2-ci Mahmud hesab olunmaqdadır. Bəs qeyd edin. Üsyana bir çox Balkan şəhərlərinin qarnizonları yerli partizan dəstələrə də qoşuldu. Bu hansı məsələ ilə bağlı qeyd olunur? Bu 1908-ci il üsyanıdır. Bəli, gənc türklərin üsyanı ilə bağlı hesab olunacaq. Bəs qeyd edin müəllim. Əbdülməcid neçənci illərdə hakimiyyətdə olub? Bu 1809-39-cu illər. Yox, müəllim, Əbdülməcid. İkinci Mahmuddur 1808-1839. Amma Əbdülməcid 1839-1861-ci illərdə. Bəs qeyd edin müəllim. Kim idi ki, onu şah elan etdilər və yeganə qanuni hökmdar kimi seçdilər və ona sədaqət andı etdilər Sipahilər üsyanı zamanı? Bu o vaxtda elə bil tam hakimiyyətdə olan Bahadır Şah idi, ikinci Bahadır Şah. İkinci Bahadır Şahı gətirdilər. Bəli. Bəs qeyd edin. İlk fəhlə qanunlarında hansı məsələ qeyd olunur? Hindistanda ilk fəhlə qanunları məsələsinə bağlı.
Hansı ki 1890-cı illərdə Hindistanda qəbul edilən ilk fəhlə qanunları var idi. İlk fəhlə qanunları. Deməli 16 saat 1800 deməli uşaqların və Yox. yeniyetmələrin elə bil Bəli, işə cəlb olunmaması haqqında. bəli. Onların iş şəraitində ümumiyyətlə istifadə edilməməsi barədə qeyd olunur. Bəs qeyd edeyim müəllim. Pekin müqaviləsinə görə hansı dövlətə təzminat ödəməli idi Çin hökuməti? Çin Hə, hökuməti. Deməli Fransa və İngiltərəyə. Bəli, hər ikisinə. Amma Nankində deyir ki, sadəcə İngiltərəyə. Gümüş pul söhbəti nə məsələ idi müəllim burada? Bu deməli Çində idi. Çin malları elə bil gümüş pulla alınırdı. Bəli. Deməli, belə məsələlər qeyd olunub. Deyir, İngilislər Çin mallarını gümüş pulla alırdılar. Bu İngiltərədən böyük miqdarda gümüşün çıxarılmasına səbəb olurdu. Bunun qarşısını almaq üçün Çinə tiryaj satmağa başladılar. Tiryaj ticarətindən varlanmaq üçün ingilislərlə əlbir olan yerliyən məmurlardan fərqli olaraq, xalqın gələcəyini düşünən mütərəqqi fikirli əyanların təzyiqi ilə Çin imperatoru 1800-cü ildə ölkədə tiryaj ticarətini qadağan etdi. Bəli. Bəs qeyd edeyim. Birləşmiş İttifaqın rəhbəri kim idi? Birləşmiş İttifaq Papa. Yox, müəllim, bu Çində Papa ola bilməz. Yox, bilmədim. Bu Sun Yat-sen hesab olunacaq müəllim. Hə. Bəs qeyd edeyim müəllim. Siyaqın kim idi? Bu 1867-ci ildə elə bil onun elə bil hakimiyyəti yatır Siyaqın və onun yerinə Mutsuhito gəlir. Siyaqın deməli hərbi qulluqçulara verilən ən yüksək fəxri ad hesab olunur. Məsələn, bizdə ən yüksək məsələn tutaq ki, nədir? Məsələn, bunu hərbçilər daha yaxşı bilər. Mənim bildiyim qədərilə general polkovnikdir hal-hazırda. Yəni bizdə məncə ordu generalı yoxdur. Məsələn, tutaq ki, bəzi ölkələrdə marşal var, feld marşal var və s. Bəli. Yəni bu Siyaqın Yaponiyada hərbi qulluqçulara verilən ən yüksək fəxri ad hesab olunur. Təşəkkür edirəm müəllim. Sağ olun müəllim. Sağ olun. Əziz və hörmətli müəllimlər, aktiv iştirakınıza görə, eyni zamanda burada dinləyici qismində iştirak edən müəllimlərə də, aktiv formada iştirak edən müəllimlərə də hər birinizə təşəkkür edirəm. Mən hesab edirəm ki, bizim bu mövzularımız kifayət qədər məhsuldar və səmərəli oldu. Hansı ki, biz dərsimizdə Osmanlı İmperiyasının yeni dövrünü və Hindistan, Çin, Yaponiya və Şimali Qafqazın da yeni dövrünü demək olar ki, 99,99% cümlə sual-cavab etdik, müzakirə etdik və saytda, Kurikulum saytında bunların testləri mövcuddur, video izahları da mövcuddur ki, siz də bunlardan yararlanmısınız və əgər kimlərinsə yazıb işləyib səhvləri çox çıxıbsa, təkrar işləyə bilər, testlərə baxa bilər, yenidən mövzuya baxa bilər və əvvəlki qruplarla da edilən sual-cavablar, müzakirələrə baxa bilərlər. Zəhmət olmasa proqramınız üzrə sizlərə təqdim etmiş olduğum proqram üzrə növbəti mövzunun nə olacağını qeyd eləyin və biz bunu qrup üzvləri də bilsinlər ki, biz növbəti dərsə nəyə hazır olacaq. Zəhmət olmasa bir nəfər qeyd eləsin. Sizlərə göndərdiyim proqram əsasında bizim artıq növbəti mövzumuz nə olacaq? Bir nəfər baxıb qeyd eləsin. Növbəti mövzumuz Fransa və İngiltərə, yeni dövr. Fransa və İngiltərə bu kifayət qədər çətin bir dərsdir. Sizi növbəti dərs çətin bir dərs gözləyir. Hansı ki, Fransanın və İngiltərənin dərslərinin, testlərini mən məsləhət edirəm ki, sizlərə əvvəlki qruplarla İngiltərə və Fransa mövzusunda edilmiş sual-cavab proseslərinə, Zoom sual-cavablarına baxasınız, izləyəsiniz ki, bu formatda siz dərsi öyrənmiş, mənimsəmiş hesab olunacaqsınız ki, hazır gələ biləsiniz növbəti bizim dərsimizə.
Oldu müəllimlər, sağlıqla qalın. Allah amanında. Sağ olun. Çox sağ olun Sağ müəllim. olun müəllim. Gecəniz xeyrə qalsın. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.